Salam, hər vaxtınız xeyir olsun hörmətli konfrans iştirakçıları. Yeni bir konfransla yenə sizlərlə bərabərik və bir-birindən dəyərli qonaqlarımızla, Azərbaycan, Türkiyə, Özbəkistandan olan hocalarımızla bu gün Üzeyir Hacıbəyli ilə bağlı mühazirələr eşidəcəyik. Sözü çox uzatmadan qonaqlarımıza vermək istəyirəm. İlk olaraq sözü Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Naxçıvan Rəssamlar Birliyinin sədri Ülviyə xanım Həmzəyevaya vermək istəyirəm. Buyurun Ülviyə xanım, söz sizdədir. Hoş geldiniz. Hoş bulduk Cemalettin Hoca. Hörmətli Dünya Birliyi Platformasının üzvləri, dəyərli şəhid ailələri, mən bilirəm ki, siz hər zaman qatılırsınız, hər zaman izləyirsiniz. Hörmətli Ankara Müzik və Gözəl Sənətlər Universitetinin rektoru Sayın Professor Doktor Erhan Özdən, hörmətli Yunis Rəcəbi Özbək Milli Müzik İnstitutunun rektoru Sayın Professor Doktor Eldor Şermanov, mən sizləri salamlayıram və düşünürəm ki, Azərbaycanlı olaraq mən bugün Üzeyir Hacıbəyovun həyat və yaradıcılıq haqqında söz açacağam. Mən çox istəyirəm ki, onu bəzi musiqi dünyası onu tanıyır, amma bizim bəzi dostlarımız burada tanımaya bilər. Ona görə də mən düşünürəm ki, mən onun həyat və yaradıcılığı haqqında burada öz sözümü açacağam. Mən çıxışımıza başlamazdan öncə həm də ki, nə demək istəyirəm? Şəhidlərimizin anısına yaradılan bu platformanın çox önəmli olduğunu vurğulamaq istəyirəm. Çünki bu gün ətrafına bütün Türk dünyasının insanlarını toplayan bu platforma aydınları bir yerə toplamış olan bir platformadır ətrafında. Biz burada ziyalılarımızı, sadə insanlarımızı görürük və biz burada bir-birimizlə ünsiyyət etməkdən çox şadıq və düşünürəm ki, bu gələcəkdə də belə də davam eləyər. Bugün bu platforma heç kəsi bir-birindən ayırmır. Biz burada hamımız bir yerdə eyni olaraq çıxış eləyirik, eyni olaraq dinləyirik və bu platforma bizim üçün çox önəmlidir. Mən bu platformanın təvəzzükar, sadə, bizim hörmətli moderatorumuzu Anar bəyi salamlayıram. Ona öz təşəkkürümü bildirirəm. Bax, bu gün məni bu konfransa dəvət etdiyi üçün. Çünki bu çox önəmli bir mövzudur. Azərbaycan üçün, bütün Türk dünyası üçün və mən salamlayıram hörmətli bizim Cəmaləddin hocamızı. Çünki bu Cəmaləddin hocamız olmasaydı, bəlkə bu platformada heç fəaliyyətdə olmazdı. Bugün mən bilirəm ki, Anar bəy sizə güvənir, siz isə ona güvənirsiniz və bu insanları, Türk dünyasının aydınlarını, insanlarını siz bir yerdə tutmağı bacarırsınız. Möhtəşəm işlər görürsünüz, bəzilərinə qatıla bilirik, bəzilərinə üzürlü səbəbdən qatıla bilmirik. Lakin hər zaman ürəyimiz sizinlə döyünür, birlikdədir və düşünürəm ki, bu platformanın ömrü uzun olar və bu gün də konfransımıza uğurlar arzu eləyirəm və inanıram ki, çox maraqlı bir konfrans olacaqdır. Maraqlı bir mövzuya toxunmusunuz, milli kimliyimizin səsi Üzeyir Hacıbəylinin 140-cı il dönümü. Həqiqətən də Üzeyir Hacıbəyev bizim milli kimliyimizin simasıdır, səsidir və milli kimliyimizdir həqiqətən də. Çox möhtəşəm tapılmış bir mövzudur. Çünki Üzeyir Hacıbəyli ideyaları musiqi tariximizdə bütün Türk dünyasının milli simasıdır. O yalnız Azərbaycanın milli siması deyil. Çünki o nələrlə vuruşaraq, nələrə sinə gələrək məhz bu bizim mən deyərdim ki, musiqi tariximizdə böyük bir iz buraxdı. Üzeyir Hacıbəyli mədəniyyət tariximizdə dahi bəstəkar, peşəkar musiqi sənətimizin və milli operamızın banisi kimi tanınır. Musiqişünas kimi tanınır, alim kimi tanınır, publisist kimi tanınır, dramaturq, pedaqoq və ictimai xadim kimi xüsusi yeri vardır. Bilirsiniz ki, o 1885-ci il sentyabrın 18-də Ağzəbədi kənd mərkəzində, demək, kəndində Mirzə ailəsində doğulubdu. Uşaqlığı Qafqazın konservatoriyası
adlanan məhz Şuşa şəhərində keçibdi. Ailəsi çox böyük olmayıbdı. Atası, anası, 3 qardaşı və 2 bacısı olubdu və hər biri də ziyalı idi. Ümumiyyətlə, balaca Üzeyir xalq mahnılarını, muğamlarını avazla oxuyur, tarda ifa edirdi. Şuşanın zəngin ifaçılıq mühiti onu musiqi istedadının, mən deyərdim ki, inkişafına böyük təsir göstərdi. Üzürlü bilin. Ümumiyyətlə, Üzeyrin atası, qeyd etmək lazımdır ki, Xurşud Banu Nətəvanın, xan qızının, həm də ki, katibi idi. Onun babası isə Xurşud Banu Nətəvanın, demək, süd qardaşı idi. Yəni, bax, belə yaxınlıqları da var idi. Ümumiyyətlə, biz bilirik ki, Xurşud Banu Nətəvan çox gözəl məclislər qurur və həmin məclislərdə də çox ziyalı insanlar toplaşardı. Musiqidən, demək, elmdən, rəssamlıqdan, ümumiyyətlə, həmin dövrün vəziyyətindən onlar danışardılar, şeir məclisləri qurardılar və təbii ki, bu aurada yaşayan və böyüyən uşaq mütləq olaraq bir gözəl peşə sahibi olmalı idi ki, Üzeyir Hacıbəyli də məsələ həmin peşə sahiblərindən biri oldu. Üzeyir bəy Şuşada Rus-Tatar məktəbini bitirdikdən sonra Qafqazın ən nüfuzlu təhsil ocaqlarından biri olan Tiflisdəki Qori müəllimlər seminariyasında demək, təhsil almağını davam elətdirdi. Sonra isə Moskvada, Sankt-Peterburqda təhsilini aldı. Gənc Üzeyir, demək, Cəbrayıl qazasının Hadrut kənd məktəbində, sonra isə Bakıda müəllim kimi işlədi. Bir müddət İslamiyyə, Təbriz mehmanxanalarında çıra olaraq qaldı və həmin bu yerlərdə çıra qala-qala da öz ilk operettasını, Leyli və Məcnunu o, demək, yazmağa qərara aldı və yazdı. 1988-ci ildə, yanvarın 25-də Hacı Zeynalabdin Tağıyevin teatrında oynanılan Leyli və Məcnun təkcə Azərbaycanda deyil, bütün müsəlman şərqində opera sənətinin əsasını qoyan ilk operetta oldu. Gənc bəstəkar bir-birinin ardınca Şeyx Sənan, Rüstəm və Söhrab, Şah Abbas və Xurşud Banu, Əsli və Kərəm, Harun və Leyla muğam operalarını yazır. Qeyd edim ki, Üzeyir bəyin 7 operası və 3 operettası mövcuddur. Şərqdə ilk operettanın yaradılması da məsələ Üzeyir bəyin adı ilə bağlıdır. O olmasın, bu olsun. Arşın Malalan, musiqi komediyaları onu çox məşhurlaşdırdı və bu gün də biz onları ekranlarımızda görürük və çox sevirik və baxanda da həqiqətən də Üzeyir bəyin böyüklüyünü hiss eləyirik. Üzeyrin yaradıcılığının zirvəsi Koroğlu operası oldu. Bu opera sayılır. Müəllif bu əsərində klassik opera qaydaları ilə demək, kütləvi xor səhnələrini yarada bilir. Yəni, bu da ilk olaraq Üzeyir bəyin yaradıcılığında qeyd olunur. Koroğlu operasına görə Üzeyir bəy hətta o dövrdə Stalin mükafatı da almışdır. Və həqiqətən də Sovet məkanında çox bəyənilmişdir bu demək, opera. Üzeyir Hacıbəyli 1914-cü, 18-ci ilədək Yeni İqbal qəzetinin, bu qəzet də onu deyim ki, siyasi bir qəzet olubdu. Hətta onun redaktorlarından biri də demək, Məmməd Əmin Rəsulzadə olubdu. Onu da qeyd etmək istəyirəm. Demək, həmin bu qəzetin, Yeni İqbal qəzetinin həm redaktoru olubdu. Sonra isə həmin bu demək, qəzetin sahibi olubdu. 1918-ci, 1920-ci illərdə Azərbaycan Demokratik Respublikası dövründə Üzeyir Hacıbəyev ölkənin ictimai-siyasi həyatından da yaxın iştirak edir və aktiv olaraq iştirak edir. O, Azərbaycan qəzetinin redaktoru kimi fəal, ədəbi yaradıcılıqla məşğul olur. Üzeyir Hacıbəyev bu qəzetdə rəhbərlik edərək onun ideya istiqamətini müəyyənləşdirmiş, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə
kömək etmişdir. Onun bütün çap olunmuş məqalələri günümüzlə həməhəng səslənir. Yəni o dövrdə artıq Azərbaycanın vəziyyətini görərək o da öz səsini qaldırırdı. Üzeyir Hacıbəyovu uzaqgörən siyasətçi, ideyalı publisist kimi nümayiş etdirirdi həmin o yazıları. Həmin dövrdə Üzeyir Hacıbəyovun yaratdığı Milli Marş və Azərbaycan Marşı 1992-ci ildə məhz Azərbaycan Respublikasının dövlət himni kimi qəbul olunmuşdu. Və bu gün biz eşitdiyimiz himn məhz həmin o himndir. Üzeyir Hacıbəyov 300-dən çox xalq mahnısını toplayıb nota salıbdı. Yəni bu heç də asan bir iş deyil və yalnız mahnıları yox, onun marş, kantata, fantaziya, mahnı və romansları, kamera və xor üçün əsərləri tanınır. Yəni bunların hamısı o nota köçürübdür. Azərbaycan Xalq Cümhuriyyətinin, indi isə müstəqil Azərbaycanın dövlət himninin musiqisini Üzeyir Hacıbəyova məxsusdur və Əhməd Cavadın sözlərinə bəstələdiyi və bizim hamımızın sevdiyi Çırpınırdı Qara Dəniz mahnısını təkcə Azərbaycanda deyil, bütün türk ölkələrində və mən bilirəm ki, bizim doğma Türkiyəmizdə də bu mahnını həddən artıq çox sevirlər. Sonra onun Sevgili Canan, Sənsiz romansları isə Müslim Maqamayevin ifasında biz onu bəyəndik və sevdik. Azərbaycan musiqi xəzinəsinin ən dəyərli incilərindən hesab olunurdu. Burada Müslim Maqamayeva toxundum. Bildirim ki, müğənni Müslim Maqamayevin babası, bəstəkar Müslim Maqamayev, Üzeyir Hacıbəyovun Məzqori seminariyada oxuduğu dövrdə, yəni onlar həmin o Qori seminariyasından dostluq eləyiblər və bu dostluq hər zaman davam eləyibdir, uzun müddətli olubdur. Və bəstəkar Müslim Maqamayev Üzeyrin Moskva və Leningradda oxuduğu dövrlərində demək olar ki, Üzeyir Hacıbəyovun bütün maddi dəstəyini öz üzərinə götürmüşdür və Üzeyir bəyin nə zaman nəyə demək ehtiyacı olurdusa, Müslim Maqamayev onu böyük məmnuniyyətlə demək əsirgəmirdi, ona hər zaman köməklik göstərirdi. Üzeyir Hacıbəyli Bakı Musiqi Texnikumuna, Azərbaycan Elmlər Akademiyasının İncəsənət İnstitutuna, Azərbaycan Dövlət Konservatoriyasına, Bəstəkarlar İttifaqına rəhbərlik edir. İlk xalq çalğı alətləri orkestrini Azərbaycan Dövlət Xorunu yaradır. Tələbələrini ata qayğısı ilə yanaşan Üzeyir Hacıbəyov tədris prosesində də maraqlı bir pedaqoq kimi özünü göstərir və onun demək şagirdləri arasında bizim də tanıdığımız nəhəng simalar Səid Rüstəmov, Əsəf Zeynallı, Fikrət Əmirov, Qara Qarayev, Tofiq Quliyev, Şəfiqə Axundova kimi nəhənglər var idi. Yəni onun tələbələri olub və hərəsi Azərbaycan musiqi tarixində öz töhfəsini veriblər. Üzeyir Hacıbəyov Azərbaycan xalq ədəbiyyatını və musiqisini klassik qərb musiqisi ilə birləşdirərək klassik musiqini xalq arasında sevməsinə də qadir olan yeganə insanlardan biridir. Bu tərzdə qərb klassik musiqisi və Azərbaycan mədəniyyətində özünə məxsus bir yeri olmuşdur. Yəni bizim qulağımıza demək bəlkə də qərb musiqisi tək olaraq xoş gəlməyə bilərdi, amma Üzeyir Hacıbəyovun Azərbaycan musiqisi ilə qərb musiqisinin sintezi bizim hər zaman qulaqlarımıza uyğun olubdur və onun o gözəl musiqiləri hər Azərbaycanlının qəlbində özünə taxt qurubdur, yer qurubdur. Üzeyir Hacıbəylinin həyatı o qədər də rəvan keçməyibdir. Yəni o qədər də rahat və hamar olmayıbdır qıraqdan göründüyü qədər. O dəfələrlə ölümlə üz-üzə gəlibdir və 1918-ci ildə mart qırğınları zamanında ermənilər Üzeyir bəyin evini güllə baran etməklə yanaşı, həm də ki, onun özünə də qəsd etmək istəyirdilər. Üzeyir bəy artıq kifayət qədər tanınırdı o dövrdə. Hadisələr başlayanda Nəriman Nərimanov bəstəkarı yanına çağırır və ona teatr truppası ilə bircə İrana qastrola səfərə getməyi məsləhət görür. Düzdür, Üzeyir bəy əvvəlcə istəməyibdi. O, mən Azərbaycanı qoyub heç ara getmərəm deyirdi. Lakin Nəriman Nərimanovun təcidi ilə
siz bizə gələcəkdə hələ lazımsınız. Bax, bu sözlərinə görə o Üzeyir Hacıbəyevi və onun qardaşını İrana göndərir və orada müxtəlif şəhərlərdə, demək, Üzeyir Hacıbəyevin qruppası ilə bir yerdə maraqlı tədbirləri keçir və onlar, demək, o zaman qayıtdıqdan sonra bütün qəzetlərdə Üzeyir bəyin qayıdışına görə xalqa göz aydınlığı verilirdi. Beləcə Nəriman Nərimanov Üzeyir Hacıbəylini həm repressiyadan, həm də ki, ölümdən xilas etmişdir. 1920-ci ildə Sovet hakimiyyəti qurulur. Həmin vaxt Üzeyir Hacıbeyli Musiqi Akademiyası və Milli Konservatoriyasına Milli Konservatoriyanın açmağının zərurliyini duyur və keçmiş musiqi məktəblərində həmin konservatoriya nəzdində fəaliyyət göstərməsini təklif eləyir və bu təkliflə də o, demək, üst qurumlara göndərir bunu və onda alınır. 1926-cı ildə Azərbaycan Konservatoriyasının prorektoru olur. Onun təşəbbüsü ilə 1939-cu ildə Azərbaycan Türk Musiqi Məktəbinə özü rəhbərlik eləyir. Baxın, Azərbaycan Türk Musiqi Məktəbi. Və bu məktəb də indiki Bakıda fəaliyyət göstərən Asəf Zeynallı adına musiqi kollejidir ki, bu gün də davam eləyir öz fəaliyyətini və bu gün də oranın tanınmış tələbələri bizi feyziyab eləyir. Elə bu yaxında Naxçıvan Dövlət Universitetində, əgər səhv demirəmsə adını, Məhsum İbrahimovun, demək, 65 illiyi qeyd olundu və o da muğam ustasıdır və o da bizim məhz elə Asəf Zeynalını bitirən gözəl xanəndəmizdir. Üzeyir Hacıbəylinin elmi nəzəri məqalələri, Azərbaycan xalq musiqisinin əsasları, monoqrafiyası, milli musiqi elmimizin inkişafına qiymətli töhfələridir. O deyirdi, musiqini elə yazmaq lazımdır ki, onu zövqü çorlanmış bir qrup adam deyil, bütün xalq başa düşsün. Üzeyir Hacıbəyev 1905-ci ildə Bakıya köçür, biz bunu bilirik və 20-ci əsrin əvvəllərində neft sənayesinin inkişafı sayəsində Bakıda teatr və konsert həyəti, təhsil, mətbuat yüksəlməyə başlayır. Üzeyir Hacıbəyev Bakıda çox cəhətli fəaliyyət göstərir. O, Bibi Heybətdə, Səadət məktəblərində müəllimlik edir. Ana dili, rus dili, hesab, musiqi fənlərindən dərs deyir. Azərbaycan dilində hesab məsələləri, yəni riyaziyyat kitabı, bunu da çox adam bilmir, riyaziyyat dərsliyini yazır və çapa verir. Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əskəri sözlərin türk-rusi və rusi-türki lüğətini nəşr elətdirir. Rus yazısı Nikolay Vasilyeviç Gogol'un Şinel povestini Azərbaycan dilinə tərcümə edir. Yəni burada biz həqiqətən də nəhəng, dahi bir insan görürük. Həm tərcüməçi, həm demək tərtibatçı, həm də ki riyaziyyat kitabının demək ərsəyə gətirən bir insanı görürük. O həm də ki bir jurnalist qədər də, publisist kimi də geniş fəaliyyət göstərirdi. O, İttihad, Həyat, İrşad, Tərəqqi, Həqiqət, İqbal, Yeni İqbal qəzetlərində və Molla Nəsrəddin jurnalında oradan-buradan, o yan bu yan bağlı demək başlığı altında çoxlu məqalə və felyeton, satirik miniatürlər də dərc elətdirirdi. Öz məqalə və felyetonlarında Üzeyir Hacıbəyev dövrünün mühüm ictimai, siyasi və maarifçilik məsələlərinə toxunurdu. Xalqı maarifləndirmək naminə bunu eləyirdi və hər zaman mübarizə aparırdı. O mətbuatda öz adından istifadə eləmirdi. Filan kəs yazırdı, o yazırdı, Üzeyir yazırdı. Yəni bu demək imzalarla çıxış eləyirdi. Bəstəkar və publisist bu iki söz nadir hallarda bir yerdə işlədilir, lakin bu Üzeyir bəyə çox yaraşır. Və dahi bəstəkar dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına
O cümlədən seri xalq artisti adına layiq görülübdü vaxtilə. 1948-ci ildə Üzeyir bəyi biz itirdik, o vəfat eləyir və onun dəfni böyük bir demək izdihamla yaşanır. Onun cənazəsi Bülbülün ifasında Sənsiz romansının sədaları altında qaldırılır və bizim dahi Üzeyir 1-ci Fəxri Xiyabanda dəfn olunur və bu gün də onun demək məzarı üzərində gözəl heykəli var və həmin heykəlin də məhz müəllifi bizim hörmətli xalq rəssamı Ömər Eldarovdur. Üzeyir Hacıbəyli Azərbaycan tarixində ilk peşəkar bəstəkardır və müsəlman şərqində ilk opera banisidir. O, Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin, daha sonra isə SR Ali Sovetinin deputatı olur. Nazirlər Kabinetinin qərarı ilə Üzeyir Hacıbəyli əsərləri Azərbaycan Respublikasında dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edir ki, bu da nadir bir haldır. Onun haqqında Üzeyir ömrü, Üzeyir Hacıbəyev, Əbədi iftixarımız filmləri seçilibdir. Dahi bəstəkarın doğum günü 1995-ci ildən bu yana Azərbaycan Milli Musiqi Günü kimi qeyd edilir. Artıq neçə ildir ki, ölkəmizdə məhz Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalları keçirilir. Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının Möhtəşəm Salonu, Azərbaycan Dövlət Simfonik Orkestri, paytaxtımızın mərkəzi küçələrindən biri onun adını daşıyır. Bakıda memorial, Şuşada ev muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında onun möhtəşəm heykəli qoyulubdur. Üzeyir Hacıbəyli sözün əsl mənasında Azərbaycan musiqisinin zəfər tağıdır. Və burada Zəfər tağı demişkən, 2020-ci ildə başlanan 2-ci Qarabağ müharibəsi zamanı güllələnmiş heykəllər içərisində Üzeyir Hacıbəylinin büstü də var idi. Uzun illər Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində öz doğma yurduna qayıtmağı gözləyən heykəl Azərbaycanın qeyrətli oğullarının sayəsində 2021-ci ildə qaytarılan Şuşa şəhərinin indi mərkəzi meydanında eyni taliyə yaşayan Xurşəd Natəvanın, Bülbülün büstləri ilə birgə öz yurdunu bəzəməkdə davam edir. Üzeyir Hacıbəylinin son illərdə yazdığı Firuzə operası yarımçıq qalır. Və həqiqətən də hər dövrün öz dahi insanları var və bizim bütün dövrümüzdə Üzeyir Hacıbəyli dahimiz var. Biz fəxr eləyirik belə vətən oğulları ilə və biz fəxr eləyirik bu gün öz şəhidlərimizlə. Üzeyir Hacıbəyev bizim milli musiqimizi qaytardı, bizim oğullarımız da bizim torpaqlarımızı qaytardı. Və bununla da mən öz çıxışımı bitirmək istəyirəm və bir daha qulaq asan hər kəsə öz dərin minnətdarlığımı bildirirəm. Sağ olun. Çok Teşekkürler. Beraber ailen nasıl verdik Hülya Hanım. Allah razı olsun. Güzel bir şekilde akıcı giriş için teşekkürler. Umarım bu kayıtlar gelecek nesillerin de dinleyerek bilgi almasına vesile olur. Allah size sağlıklı, hayırlı, uzun ömürler versin. Çok teşekkür ederim. Təşəkkür edirəm Cəmaləddin Hoca. Mən düşündüm ki, Üzeyir Hacıbəyev haqqında düzdür, çox az mən qeyd etmişdim və onları sizə bu gün burada mühazirə kimi dedim, amma onun haqqında həqiqətən də hələm çox nələr var ki, mən onları deyə bilmədim. Məsələn, deyirlər ki, Üzeyir Hacıbəylinin demək 300-ə yaxın yazısı olubdu. Amma onun Sovet dövründən sonra sadəcə olaraq 30 məqaləsi bizə gəlib çatıbdır və 30 məqalə sadəcə olaraq musiqi ilə bağlıdır. Yəni biz bilirik ki, bu ictimai xadim olubdur, siyasi xadim olubdur və onun o yazıları bizə gəlib çatmayıbdır.
və təbii ki, Üzeyir Hacıbəylini Nəriman Nərimanbəyev kimi insanlar qoruyub saxlayıbdır və həqiqətən də o uzaq görən bir gediş idi ki, Üzeyir Hacıbəyevi məhz hər tərəfdən qoruyurdular. Həqiqətən də Azərbaycanın Türk dünyasının milli musiqisini yaradan belə bir dahimiz vardı. Biz onunla fəxr eləyirik və o milli musiqimizin tacıdır həqiqətən də və bu çox gözəl bir mövzudur. Sizin bu demək bu mövzudan qabaqki mövzunun elə bil ki davamıdır bu. Bizim hörmətli Musa müəllim də orada çıxış eləyirdi həmin mövzularla Evet. yanaşı. Həqiqətən də bu da onun davamıdır. Çünki bu mövzuların hamısı bir-biri ilə sıx bağlı və səsləşən mövzulardır. Teşekkür eləyirəm. Çox Ben sağ ol. teşekkür ederim her yönden. Çünkü bu eksik belgeler olsa dahi güneşi balçıkta sıvayamazlar. Yani kendilerinin eserleri günümüze bu kadarı bile gelmişse siz varın düşünün tamamı elimizde olsa ne olurdu? Onun için bunlar kayıtlar altına alınıyor. Sizler gibi değerli hocalarımız sayesinde inşallah gençlerimize bunları aktarmak bizim için şereftir. Çok teşekkürler. Yüreğinize sağlık. Siz sağ olun və onu da qeyd edeyim ki, əgər baş ağrısı deyilsə, Üzeyir Hacıbəyev bu gün də biz rəssamların, biz heykəltaraşların, sənət adamların ilham pərisidir. Həm özü, həm də ki onun yaratdığı əsərlər. Biz emalatxanalarda onun əsərləri altında öz əsərlərimizi yaradırıq və o bizə hər zaman bir stimul verir. Bilirsiniz ki, Üzeyir Hacıbəylinin öz övladları olmayıbdı. Biz hər birimiz özümüzü Evet. onun övladı hesab eləyirik. Ve Var bundan olun. şeref duyuyoruz. Şərəf duyarıq. Çox sağ olun Ülviyə xanım, təşəkkür edirəm. Musa müəllimə qeyd etdiniz. Hər zaman Musa müəllimə bu konferansımızda iştirakı ilə bağlı təşəkkür etdiyimiz zaman onun bir sözü var. Bunlar hamısı milli məsələlərdir. Hamımızın borcudur. Sizlər də sağ olun. Həm dövlət nümayəndəsi kimi, həm incəsənət xadimi kimi hər zaman yanımızdasınız, qatılırsınız və dəyərli araşdırmalarınızı bizlərlə paylaşırsınız. Var olasınız. Siz sağ olun. Var olun. Sağ olun. Və təbii ki, bu konferansımızın qonaqları da hər zamanki kimi təsadüfi seçilmir. Bizim hörmətli rektorumuz Erhan hocamız da, digər hörmətli rektorumuz Eldar hocamız da Üzeyir Hacıbəylinin öz ölkələrində tanıdılmasına bağlı çox böyük işləri imza atırlar. Erhan hocamız həm Türkiyədə Üzeyir Hacıbəylinin 140 ili ilə bağlı keçirilən tədbirlərdə iştirakı ilə, həmçinin bu yaxınlarda Azərbaycanda Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə keçirilən simpoziumda iştirakı ilə hər zaman bizlərin yanımızda olduğunun da bir növ bu iştiraklar isbatıdır deyərdim. Və sözü çox uzatmadan ölkə xaricində olmasına rağmen yenə aramızda olan değerli Erhan hocamıza vermek istedim. Ben de Bugün çok Erhan hocam duygulandım. söz sizdedir. Ben de çok duygulandım. Erhan Hocam yani Tunus'ta olmanıza rağmen o önemli vaktinizi ayırıp programdan geri kalmadığınız için yürekten teşekkürler. Ben de Bosna Hersek'teydim. Bir saat oldu geleli. Gece hiç uyumadan dedim ben bu programı kaçırmayacağım. Hoş geldiniz. Şeref verdiniz. Hoş bulduk değerli hocam. Teşekkür ediyorum. Hem Ulviye Hanım'a hem değerli Eldar hocama, Cemalettin Özdemir'in şahsında çok değerli katılımcı dostlara, Can Azerbaycan'a, kardeşlerimize, Tunus'tan selamlar, saygılar, Aleykümselam. hürmetler. Üzeyir Hacıbeyli gibi bir insanın, bir büyük sanatkarın, bir duayenin böyle bir toplantısına katılmak bizim için onurdur, şereftir. Değil Tunus, dünyanın öbür tarafında olsak, Eyvallah. imkanlar el verdiği sürece her zaman bizim için bir şereftir efendim. Teşekkür ediyorum. Çok değerli katılımcılar, hepinizi aziz izleyiciler, sevgiyle, saygıyla selamlıyorum. Ankara Müzik ve Güzel Sanatlar Üniversitesi, Türkiye'nin tematik anlamda musiki ve sanatla ilgili ilk üniversitesi. Burada çok değerli dostlarımız var. Bizleri tanıyan, bizlerin de yakın iştiraki, teşriki mesaisi olan dostlarımız. Bizim geçtiğimiz ay, daha doğrusu 15 gün önce Üzeyir Hacıbeyli'nin tabii doğumunun 140. yıl dönümü münasebetiyle Bakü'de gerçekleşen bir çalıştaya katıldım. Çok duygulandım. Çok güzel bir çalıştaydı. Hem tebliğler hem efendim makaleler, aynı zamanda anma programları beni çok duygulandırdı. Onun aziz ruhuna çok güzel çalışmalar hediye ettik. Kabrini ziyaret ettik.
Çok güzel bir kabir ve çok güzel bir heykelini gördük. Tabii Hüzeyir Hacıbeyoğlu'nun ve Azerbaycan'ın bizler için, benim gibi Erzurum'da doğmuş büyümüş bir insan için çok yabancılık çekmediğimiz bir kişi ve bir toplum. Bizler konuştuğumuz dil, lisan, lehçe, ağız dolayısıyla birbirimize, özellikle Erzurum özelinde çok yakın bir kültürel dokuya sahibiz. Dolayısıyla küçüklüğümüzden bu yana melodiler, makamlar, musiki, melodi, işte name yürüyüşleri hep yabancı olmadığımız, bizi derinden etkileyen şeylerdi. Şüphesiz müzikte aldığımız, müzikteki bu yolculuğumuzun Üzeyir Hacıbeyli gibi büyük insanların çok büyük faydası oldu. Ben Hüzeyir Hacıbeyli ile ilgili tabii ki onun bilim insanı tarafını, yazarlık tarafını, hatta tercümanlık tarafını, ki orkestra şefliği ve besteciliğinin yanındaki bu zengin, nevi şahsına münhasır taraflarını da ayrıca irdelemek istiyorum. Böylesine sanatkar bir insanın insanlara verdiği mesaj aslında sadece sanatla, musikiyle olmamış, bilimin birçok alanıyla da öğrencilerin, talebelerini etkilemiş. Operaları Leyla ile Mecnun, efendim Karı ile Koca, Kerem ve çok önemli bir müzikal tiyatro, Arşın Malalan gibi, yine Köroğlu gibi ve en önemlisi de Azerbaycan Milli Marşı gibi bu önemli eserlere imza atmış bir insanın Azerbaycan'ın ve Türk dünyasındaki önemini görmek lazım. Şimdi ben biraz Üzeyir Hacıbeyli'nin yaşadığı dönem ve özellikle de 1900 yıllardaki gözle görünür, özellikle de en önemli kült eserlerini ortaya koyduğu dönemde de Osmanlı Devleti'nde de paralel yürüyen sanat ve kültür politikalarına değinmek istiyorum. Üzeyir Hacıbeyli'nin başlattığı ve yaptığı en önemli işlerden biri malumunuz Bakü'de kurduğu Azerbaycanlı öğrenciler için kurduğu ilk müzik okulu. Şimdi Üzeyir Hacıbeyli'nin çağdaşlarından veya farklı bestecilerden, orkestra şeflerinden, büyük kültür insanlardan ayıran en önemli şey aslında sistematik, kurucu bir ekol ortaya koyması. Yani müziğin, sanatın insanlara, kitlelere teknik anlamda devletin eğitimiyle verilmesini sağlamış bir eğitimci olması. Yani biz Üzeyir Hacıbeyli'nin aslında bilim insanlığını, besteciliğini, orkestra şefliğini konuşurken öğreticilik ve eğitim insanı olmasını biraz arkadan takip ediyoruz. Ama Üzeyir Hacıbeyli'nin gerek Azerbaycan musikisine gerek bölgedeki musiki aydınlanmasına en büyük katkılarından biri bahsettiğim 1921'de 20'den itibaren kurulmaya başlıyor. Çünkü bir okulun kurulması bir yılda 2 yılda söz konusu olamaz. Bu Bakü'deki Azerbaycan konservatuarı gerçekten çok önemli bir insanlara mesaj ve bir öğreti sunuyor. Bu dönemlerde Osmanlı'da da benzeri bir hareket Darülerhan, yani Osmanlı Devleti'nin kurduğu ilk resmi musiki mektebiyle karşımızda değerli dostlar. Bu kadar yakın tarihlerde gerek Türkiye'de gerek Azerbaycan'da birer konservatuvar kurulması aslında bölgenin makamsal müziğinin, makamsal formlarının öğrencilere pedagojik anlamda, formasyon anlamında ve bir pragmatik bir eğitim modeli anlamında verilmesi, müfredat olarak, program olarak, kısaca profesyonel eğitimin gerektirdiği bütün donelerle verilmesi aynı döneme denk geliyor. Ve biz Üzeyir Hacıbeyli'yi Darülelham'la birlikte tanımaya başlıyoruz. Çünkü Darülelham, yani Osmanlı'da kurulan, Osmanlı'nın son döneminde yıkılma, yani Osmanlı Devleti'nin son döneminde ve Cumhuriyet'in ilk 10 yılına damga vurmuş bir mektepten bahsediyorum. Bu mektepteki programlar, ders müfredatları içerisinde
Azerbaycan musikisine, Özbekistan musikisine, Kazakistan, Kırgızistan, bölgedeki Türkmenistan, kısaca Türk soylu ülkelerdeki musiki kültürüne nazari ve pratik anlamında ciddi bir yer verilmiş. Ve bizim Türkiye Cumhuriyeti'nde Üzeyir Hacıbeyli'nin özelde tanıyanlar olduğu gibi Darülelhan sayesinde de umuma, yani Türk halkına kısa zamanda tanıtılması da bu konservatuvar eliyle gerçekleşmiş. Dolayısıyla Bakü'de kurulan Üzeyir Hacıbeyli'nin desteğiyle kurulan bu konservatuvar ve Darülelhan aslında birbirinden etkilenen iki önemli konservatuvar. Efendim, bölge makam coğrafyası. Ya biz makam coğrafyasında yaşıyoruz. Ya Azerbaycan'da icra edilen musikinin ritim kompozisyonları, nağme mevlidi yürüyüşleri bizimle gerçekten büyük benzerlikler gösteriyor. Bu anlamda ortaya çıkan eserler de şüphesiz yıllara sari bir şekilde Türk insanının, yani bu bölgede yaşayan Türk soylu insanların e, hüsnü kabullerine mazhar oluyor. Üzeyir Hacıbeyoğlu, tabii ki ben bir Azerbaycanlı dostum kadar, bir müzikolog kadar onu ruhen ve manen onun kadar anlatamam. Ama onun kadar sevebilirim ki onun kadar da seviyorum. Çünkü bizim manevi dünyamızda açan çiçeklere su serpti bu insanlar. Ve bu güzel zamanda yapılan kolay işleri kolaylaştırdılar. Onların döneminde bu kadar kolay değildi işler. Onların döneminde bu kadar kolay değildi konservatuvarlar, eğitimler. Ve onların zor zamanlarda gösterdiği mücadele, çaba bugün Azerbaycan musikisinin dünyada tanınması için çok önemli çalışmalar ve bir temel atma idi. Bizim de o dönem Rauf Yekta gibi, Tamburi Cemil Bey gibi, Münir Nurettin Selçuk gibi Türkiye Cumhuriyeti'ne damga vurmuş, Osmanlı döneminin sonunda damga vurmuş önemli müzisyenlerle birlikte Üzeyir Hacıbeyli'nin buradaki karşılığı çok önemli. Ben bütün bu toplantıya katılan dostlara bir güzel, muştulu, müjdeli bir haberi paylaşmak istiyorum. Azerbaycan'ın Türkiye'de bulunan Büyükelçiliği ve Kültür Merkezi ile ortak olarak önümüzdeki Kasım ayında üniversitemizde büyük bir salona Üzeyir Hacıbeyli'nin ismini verme kararı aldık. Bu bizim bir vefa borcumuz, bir vefa görevimiz. Biz tabii ki Üzeyir Hacıbeyli'nin bu salona ismini vermemiz, onun bizi bugün bu güzel atmosferde kültür sanat işlerini kolaylıkla yapmamızın da yine bir vefa borcuydu. Ve şunu biliyoruz ki bu salonda her yıl en az 1000 öğrenci bu salonda eğitim görecek. Bizim üniversitemizde 1500 öğrenci var. 2 yıla kadar 2000'i bulacak. Yani biz Üzeyir Hacıbeyli'yi sadece müzisyen öğrencilerimizle değil, aynı zamanda grafik, tesip, hat, minyatür gibi, radyo, TV, iletişim gibi alanlardaki öğrencilerimize de bir vesile göstermiş, tanıtmış olacağız. Sanat gibi, kültür gibi nazlı ve zor bir alanda, insanların kabulünün her zaman aynı eksende olmadığı bir alanda çalışıyoruz dostlar. Hizmetimiz gerçekten, yaptığımız iş gerçekten kısa vadede etkisi olmayan ama uzun dönemde 20 yılda, belki 30 yılda gelecek kuşaklara sağlıklı bir şekilde kalması açısından kıymetli. Çok Önümüzdeki ay Kasım ayında inşallah yine başka bir toplantı maksadıyla, yine bir bildiriyle Bakü'de bir çalgı çalıştayına katılacağız. İnşallah bu çalgı çalıştayında da yine siz değerli dostlarımızı Bakü'de, güzel Azerbaycan'da göreceğiz. Yine Mayıs ayı gibi Sayın Vekilim, Mayıs ayı gibi Ankara'da Müzik Güzel Sanatlar Üniversitesi'nde 1. Türk Kültür Sanat Kongresi'ni düzenleyeceğiz. Yine bu kongrede siz değerli dostlarımızı Ankara'da ve Kapadokya'da ağırlayacağız.
Bu bir araya gelme, bu bir araya gelmeler bizlerin Üzeyir Hacıbeyli özelinde işte Elesker gibi, Aşık Elesker gibi ve Azerbaycan'da leşmünema etmiş birçok müzisyeni, birçok sanatkarı tanıtma anlamında çok kıymetli. Bizler de ümit ediyoruz ki yine Türk, dost, kardeş ülke Türkiye'den de Dede Efendi gibi, Aşık Veysel gibi, Tambur Cemil Bey gibi dostların, hocaların, büyüklerin de yine Azerbaycan'da, dost ve kardeş ülkelerimiz Özbekistan'da, Kazakistan'da anılması ve bu vesileyle öğrencilerimize, geleceğimize bu değerleri taşımak. Bizler vesile olacağız inşallah. Ben sözlerimi sonlandırırken bu anlamlı çalıştayı düzenleyen değerli dostlara, değerli hocalarıma teşekkür ediyorum. Hepinize saygı, sevgi ve hürmetlerimi sunuyorum. Teşekkür ederim efendim. Erhan Hocam öyle güzel müjdeler verdiniz ki yani programın akışında bizi böyle canlandıran böyle güzel haberler anar sen tarihleri not aldın inşallah zaten kayda geçiyor. Çok çok sevindik. İnşallah hep böyle güzel haberler alırız. Yüreğinize sağlık hocam. Çok teşekkürler. İnşallah. İnşallah. Teşekkür Çok ederiz. teşekkür ediyorum. Ben 5 dakika sonra buradaki büyükelçiyle bir toplantıya katılacağım. Eğer izniniz olursa üzülerek ayrılmak istiyorum. Estağfurullah. Değerli dostum Eldar Şarmanov'a da sevgilerimi, saygılarımı iletiyorum. İnşallah bu hafta, önümüzdeki hafta Çarşamba, Perşembe günü de Özbekistan'da kendisini ziyaret edeceğim. İnşallah. Bu yaptığınız çalışmayla Teşekkür, teşekkür. ilgili inşallah sohbet edeceğiz. Saygılar, sevgiler, hürmetler. Sağ olun. Böyle güzel Erhan Hocam haberler, rahmat. saygılar, hürmetler bizden. Çok teşekkürler. Allah razı olsun hocam. Hasan rahmat. Anar Bey teşekkür ediyorum. Sağ olun. Rica ederim hocam. Sağ olun. Erhan Hocam bekliyoruz Özbekistan'da. İnşallah hocam. İnşallah. Sağ olun. Rahmat. Kapadokya'da gözleyin bizi. İnşallah Ulviye Hanım. Tabii ki vekilim. Ayarlamalar yapılıyor. İnşallah. Sizi de görmeyi çok isterim. Uğurlar arzu edirəm. Həqiqətən də bu çox önəmli idi bizim üçün. Bugünkü bu konfrans, sizin də o çıxışınız, həqiqətən də o müjdəli sözləriniz də Çok Cəmaləddin güzel. bəy də dedi. Həqiqətən də demək, mayıs ayında keçirəcəyiniz həm Kapadokyada, həm Türkiyədə və həmin zalda Allah qoysa biz də iştirak eləyərik, öz töhfələrimizi də vermiş olarıq. Bir daha sizə öz minnətdarlığımı bildirirəm. Tanışlığımıza da çox şadam ayrıca. Çok teşekkür ederim. Ben de şad oldum. Teşekkür Eyvallah. ediyorum efendim. Sağ olun. Var olun. Sağ olun Erhan hocam. Teşekkür ederiz. Hülya Hanım daha önce gitmiş miydiniz Kapadokya'ya? Kapadokya'da hiç olmadım. Onun için onu böyle bir vurguladım ki Kapadokya'da inşallah sizinleyiz. Muhteşem. İnşallah sizi orada hem yerde hem yerin dibinde hem de gökyüzünde izleriz. Bunun için dedim bildiğiniz gibi normal basit bir evin tamirinde ortaya çıktı ki dünyanın en derin yerin altında şehri var. Dolayısıyla onun için sizi yerin dibinde başkaları yanlış anlamasın. Bu bir duadır. O yerin dibinde o tarihi yerde yerin üstünde ve yerin gökyüzünde. Niye? Çünkü o da Zeppelin o hava dan seyretmek imkanı olacak. İnşallah sizi yer üç yerde de görürüz. İnşallah, inşallah. İnşallah. Bu İnşallah. ara Eldar Hocam da misafirler artıyor Özbekistan'a. O listeyi Albatta, atsın bol albatta. bol sıraya girmişiz inşallah. Hoş geldiniz Albatta. Elbette. Rahmat katta, rahmat. Bugungi konferensiyaning aynan dam olish kuni tashkil etilganligi bu bizni juda mamnun etdi. Ko'plab konferenslar ish vaqtida bo'lganligi uchun u konferensiyaning mazmun mohiyatini tushunish, anglash birmuncha qiyinlashadi. Lekin aynan bugun yakshanba dam olish kunida tashkil etilganligi meni juda mamnun etdi. Ruxsat etsangiz, bugungi hozir ma'ruza qilgan hurmatli millat vakilimiz Hamzayeva hojamga, Erhan hojamga, bizni konferensiyamizga fayz berib turgan, kayfiyat berib turgan ustozimiz Kamoliddin hojaga juda ko'p tashakkurlar bildiraman. Biz teşekkür ederiz. Avvalambor Uzeyr Hacıbeyli bu nom nafaqat Ozarbayjon san'ati, balki butun turkiy dunyo madaniy merosida alohida o'rin tutadi. U yaratgan Layli va Majnun operasi Sharqda ilk bor
maqom, xalq qo'shiqlari, musiqiy shakllarining uyg'unlashida monumental asar hisoblanadi. Eldar hocam Bu isterseniz yangi tercüme edeyim, daha sonra devam edelim. tamam. Üzeyir Hacıbeyli bu ad yalnız Azərbaycan sənətində deyil, həm də bütün türk dünyasının mədəni irsində xüsusi yer tutur. Onun yaratdığı Leyli və Məcnun operası 1908-ci ildə Şərqdə ilk dəfə olaraq muğamı, xalq mahnılarını və qəlb musiqi formalarını birləşdirən monumental əsər sayılır. Bu yangi yondashuv milliylik va zamonaviylikning uyg'unlashtirish usuli keyinchalik o'zbek bastakorlariga ham kuchli ta'sir ko'rsatgan. Ayniqsa 1930-40 yillardagi o'zbek opera san'atining shakllanishida Xo'jabayli ijodiy maktabining ta'siri yaqqol seziladi. Bu yeni yanaşma milli və müasir elementlərin vəhdəti sonralar Özbək bəstəkarlarına da güclü təsir göstərmişdi. Xüsusilə 1930-40-cı illərdə Özbək opera sənətinin formalaşmasında Hacıbəyli yaradıcılıq məktəbinin təsiri aydın hiss olunur. O'zbekistonda Baron hamda Maysaran ishi kabi ilk opera asarlari bor. Bu asarlar avvalo Xo'jabayli uslubidagi dramaturgik qurilish, ya'ni har bir musiqiy epizodning milliy obrazga xizmat qilishi, xalq og'zaki ijodi tayanuvchiligi bilan ajralib turadi. Düşünürəm ki, aranızda çoxunuz Boron və ya Maysaranın işi kimi ilk Özbək operalarını eşitmisiniz. Bu əsərlər hər şeydən əvvəl Hacıbəyli üslubundakı dramaturji quruluşu, yəni hər bir musiqi epizodunun milli obrazın ifadəsinə xidmət etməsi və xalq yaradıcılığına əsaslanması ilə fərqlənir. Xo'jabaylining maqomga asoslangan dramatik rivojlanish g'oyalari o'zbek bastakorlari, jumladan Muxtor Ashrafiy, Tolib Sodiqov singari san'atkorlarga kuchli ta'sir ko'rsatgan. Ular Xo'jabayli izidan borib, sharqona mushohada va g'arb musiqiy texnikasi uyg'unligini o'z asarlarida ko'rsatishga harakat qilgan. Eyni zamanda Hacıbəylinin muğama əsaslanan dramatik inkişaf ideyaları Özbək bəstəkarlarına, xüsusilə Muxtor Ashrafiy və Tolib Sodiqov kimi sənətkarlara güclü təsir göstərmişdir. Onlar Hacıbəylinin yolunu davam etdirərək şərq düşüncəsi ilə qərb musiqi texnikasının vəhdətini öz əsərlərində əks etdirməyə çalışmışlar. Azərbaycan xalq musiqaning asoslari nomli fundamental tadqiqoti Xo'jabaylining Markaziy Osiyo musiqiy tizimlariga qiyosiy yondashuv beruvchi birinchi nazariy manbalardan biridir. Ushbu asar o'zbek maqom tizimini ilmiy o'rganishda ham muhim ahamiyat kasb etadi. Onun Azərbaycan xalq musiqisinin əsasları adlı fundamental tədqiqatı Mərkəzi Asiya musiqi sistemlərini müqayisəli yanaşma təqdim edən ilk nəzəri mənbələrdən biridir. Bu əsər Özbək məqam sisteminin elmi öyrənilməsində də mühüm mənbə rolunu oynamışdır. Xo'jabaylining eng katta xizmatlaridan biri u maqomni asosan konservatoriya, opera sahnasiga olib chiqqan birinchi bastakorlardan biri bo'ldi. Bu yondashuv, ya'ni maqomda zamonaviy orkestrlashtirish berish, uni simfonik tasvirda ifodalash o'zbek kompozitorlarining keyingi ijodida asosiy yondashuvlarga aylandi. Hacıbəylinin ən böyük xidmətlərindən biri muğamı konservatoriya və opera səhnəsinə gətirən ilk bəstəkarlardan biri olmasıdır. Bu yanaşma, yəni muğamın müasir orkestr üslubunda səsləndirilməsi və simfonik təsvir və ifadə olunması Özbək bəstəkarların sonrakı yaradıcılığında əsas istiqamətə çevrildi. Shu o'rinda savol tug'iladi, maqom qanchalik zamonaviylashuv mumkin? Xo'jabayli bunga amalda javob bergan. Milliy musiqaning zamonaviy talqini uning xalq ongidagi ildizlariga ziyon yetkazmagan holda yangilanishi bu san'atning eng yuksak bosqichidir. Bu məqamda belə bir sual yaranır. Muğam nə dərəcədə müasirləşə bilər? Hacıbəyli bu suala əməli şəkildə cavab vermişdir. Milli musiqinin xalq yaddaşındakı köklərinə zərər vermədən müasir formada yenilənməsi sənətin ən yüksək mərhələsidir. Bu qarashlar 60-80 yillardagi o'zbek simfonik maqomlari, Mas'udjon To'xtayev, Sulaymon Yudakov, Elmurod Hamdamov kabi bastakorlarning asarlarida yaqqol ko'rinadi.
Bu baxışlar 1960-80-ci illərdəki Özbək simfonik məqamlarında Məsudcan Toxtayev, Sulayman Yudakov, Elmurod Hamdamov kimi bəstəkarların əsərlərində aydın şəkildə özünü göstərdi. Maysaraning ishi komedik opera va ijtimoiy tanqid vositasi Sulaymon Yudakov musiqasi asosida yaratilgan Maysaraning ishi operasi Xo'jabayli an'analarining hajviy opera janrida davom ettirilgani ko'rinadi. Bu asarda quyidagi jihatlar Xo'jabayli uslubiga yaqin turadi. Maysaranın işi komik opera və sosial tənqid vasitəsi Süleyman Yutakovun musiqisi əsasında yaradılmış Manyasaranın işi operası Hacıbəyli ənənələrinin satirik opera janrında davamıdır. Bu əsərdə Hacıbəyli üslubuna yaxın olan xüsusiyyətlər bunlardır. Satira və ictimai tənqidin musiqi vasitəsilə ifadəsi, gülməli səhnələr vasitəsilə ictimai qüsurların ifşası, xalq musiqisinə əsaslanan melodiyalar və sadə xalq ruhlu ifadə tərzi. Bu opera o'zbek sahna san'atida musiqa vositasida ijtimoiy tahlil beruvchi dramatik shaklning keng tarqalishiga turtki bo'ldi. Xo'jabayli maqom tizimi chuqur o'rgangan holda uni professional sahna san'atiga olib kirdi. Bu tizim nafaqat musiqiy melodik manba sifatida, balki dramatik xarakter yaratish vositasi sifatida ham foydalanilgan. Davam edə bilərsiniz hocam. Davom etaman. O'zbek musiqa madaniyatida shashmaqom tizim mavjud bo'lib, Xo'jabayli ushbu uslubning bu borada ta'sirini quyidagicha namoyon bo'ldi. Bu opera Özbək səhnə sənətində musiqi vasitəsilə sosial analiz təqdim edən dramatik formanın geniş yayılmasına təkan verdi. Maqom asosidagi ariyalar va vokal bezaklar, musiqa orqali xarakterning ruhiy holatini ifodalash, dramatik konfliktni maqom ohanglaridagi kuchlanish bilan berish kabi usullardir. Özbək musiqi mədəniyyətində şəşməqam sistemi mövcuddur və Hacıbəyli üslubun bu sahədəki təsiri aşağıdakı kimi təzahür etmişdir. Məqam əsaslı ariyalar və vokal bəzəklər, musiqi vasitəsilə obrazın psixoloji vəziyyətinin ifadəsi, dramatik konfliktin məqam intonasiyalarındakı gərginliklə təqdim olunması. Bu tajriba keyinchalik Farhod va Shirin, Layli va Majnun, Go'ro'g'li kabi o'zbek operalarida ham davom etdi. Uzayr Xo'jabaylining sahna dramaturgiyasi vokal partiyalarining oddiy kuylanishigagina emas, balki xarakterli psixologiyasi, dramatik xarakter, ichki monolog va konfliktni musiqa orqali berishga asoslangan edi. Bu təcrübə sonradan Fərhad və Şirin, Leyli və Məcnun, Koroğlu kimi özbək operalarında da davam etdirildi. Üzeyir Hacıbəylinin səhnə dramaturgiyası vokal hissələrin sadəcə oxunmasına deyil, həm də obrazların psixologiyasının, dramatik hərəkətin, daxili monoloq və konfliktlərin musiqi ilə ifadəsinə əsaslanırdı. Xo'jabaylining musiqiy teatrga qo'shgan bu yangiligi o'zbek sahna san'ati uchun zamonaviy drama musiqiy uyg'unligini yaratishda muhim o'rin tutdi. Uzayr Xo'jabayli ijodi O'zbekistonda musiqali drama, opera va bastakorlik maktabini shakllanishda g'oyat muhim o'rin egallaydi. Uning maqomga asoslangan operachilik uslubi, xalq kuylarini professional kompozitsiyaga moslashtirilganligi, sahna dramaturgiyasidagi yondashuvlari, ularning barchasi o'zbek milliy musiqasi va dramaturgiyasini yanada yuksaltirishga o'z o'rniga ega hisoblanadi. Hacıbəylinin musiqili teatra gətirdiyi bu yenilik Özbək səhnə sənəti üçün müasir musiqi dram sintezinin yaranmasında mühüm rol oynadı. Üzeyir Hacıbəylinin yaradıcılığı Özbəkistanda musiqili dram, opera və bəstəkarlıq məktəbinin formalaşmasında son dərəcə mühüm yer tutur. Onun muğama əsaslanan operacılıq üslubu, xalq melodiyalarının professional kompozisiyaya uyğunlaşdırılması və səhnə dramaturgiyasındakı yanaşmaları Özbək milli musiqisi və dramaturgiyasının inkişafında mühim rol oynamışdır. Xulosa o'rnida aytish mumkinki, Uzayr Xo'jabayli bu nafaqat bir bastakor, balki sharq musiqiy tafakkurining islohotchisi, dramaturgik tafakkurni milliy musiqaga olib kirgan kuchli ijodkor hisoblanadi. Uning ijodiy maktabi va estetik qarashlari o'zbek musiqa
san'atining shakllanishida, xususan opera, musiqal drama va maqomga asoslangan simfonik janrlarda beqiyos rol o'ynaydi. Nəticə olaraq demək olar ki, Üzeyir Hacıbəyli yalnız bir bəstəkar deyil, həm də şərq musiqi düşüncəsinin islahatçısı, dramaturji təfəkkürü milli musiqiyə gətirən qüdrətli yaradıcı idi. Onun yaradıcılıq məktəbi və estetik baxışları Özbək musiqi sənətinin, xüsusilə opera, musiqili drama və məqama əsaslanan simfonik janrların formalaşmasında misilsiz rol oynamışdır. Rahmat. Katta rahmat Eldar hocam. Endi alohida ta'kidlamoqchiman. Uzayr Hojibayli mana hozir qisqagina o'zbek musiqasiga qo'shgan hissasini qisqacha sharh bilan aytib berdik. Lekin Uzayr Hojibayli nafaqat milliy musiqaga, balki operaga ham juda katta xizmat qilgan bastakor olim sifatida nishonlanadi. Bizga sentyabr oyida 2025 sentyabr oyida O'zbekistondagi Ozarbayjonning madaniyat markazi tomonidan tashabbusi bilan bizni Yunus Rajabiy nomidagi Milliy musiqa san'at institutida Uzayr Hojibaylining 140 yilligiga nishonlab juda katta tantana simpozium o'tkazdik va mana shu simpoziumda Uzayr Hojibaylining 140 yilligiga bag'ishlangan alohida xona tashkil etib, talabalar uchun, ustozlar uchun bitta alohida auditoriya tashkil etildi. Bu albatta o'zbek Ozarbayjon xalqlari o'rtasidagi bir do'stlik bir ko'rinishning bir namunasi hisoblanadi. Va kelajakda Ozarbayjondan bizda tahsil oluvchi doktorant tinglovchilarimiz bor. Mana shu doktorantlar bilan birgalikda Uzayr Hojibaylining o'zbek milliy musiqasiga qo'shgan hissasi to'g'risida doktorlik dissertatsiyalarni ham yoqlashni hozir rejalashtirganmiz. Ne güzel. İnşallah Eldar hocam. Menimcha Çok- teşekkür. Eldar Hocam'ın tecrübesinden alakalı kendi söylediği böyle o akıcı Özbek dili zaten şiirseldir. Ben böyle kulağımı vermişim. Zaten konferansın tadını o Özbek şivesinden çıkardım. Çok güzeldi hocam. Çok teşekkürler. Bizi mest Mana rasmlarda ham chiqdi mana hocam bizni institutda o'tgan simpoziumda rasmlari juda ajoyib bo'ldi. Men juda bundan mamnun bo'ldik. Bunlar o Ve sempozyum resimleri. yani Biz Cemal de hocam, memnun olduk çevirmenize. Milli Evet. Musiqi İnstitutunda Üzeyir Hacıbəyli ilə bağlı Özbəkistanda yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Üzeyir Hacıbəylinin 140 illiyi ilə bağlı tədbir keçirmişdi. Həmin Simpozium tədbirdən də çizdim. görüntüləri sizə təqdim edirəm. Sağ olun. Çok Alohida teşekkür ederim. xonalar o'zi. Katta rahmat. Mana shunaqa simpoziumlar ko'p bo'lishini istaymiz. Kamoliddin hocam siz bilan ham yuzma-yuz ko'rishni istaymiz. Xudo Ben de xolasa inşallah yüzde de konuşacağız. İnşallah Yüzmeyiz. şeref duyarım. rahmat. 26 yil may oyida O'zbekistonda xalqaro mug'om festivali bo'ladi, maqom festivali. Mana shu festivalga barcha mana shu konferensiya ishtirok etganlar taklif etaman. Xudo xolasa mana shu joyda ham biz rejalashtiramiz. Uzayr Hojibayli asarlarini ham sahnaga olib chiqish va butun dunyoga ko'rsatishda rejamiz bor, nasib bo'lsa. Teşekkür edirik Tamam. Eldar hocam. Biz hamımız eyni dildə danışırıq və hər bir-birimizi çox gözəl başa düşürük. Həqiqətən də Cəmaləddin hocanın dediyi kimi Eldar bəy elə gözəl Evet. danışırdı ki özbək dilində. Mənim də çox xoşum gəlir. Mən də böyük məmnuniyyətlə qulaq asıram və sanki elə o dili hər zaman eşitmişəm kimi qəbul eləyirəm və nöqtəsinə kimi hər şeyi başa düşürəm. Bizim türk dilimizdə nə qədər şivə olsa da, nə qədər o qəliz bəzi keçidlər olsa da, amma biz bir-birimizi anlayırıq, başa Evelallah. düşürük. Evelallah. Çok doğru söylüyorsunuz. Aynen katılıyorum. Çox sağ olun Hülya xanım. Allah razı olsun. Təşəkkür edirik. Oğlum teşekkür sizga da vaqtingizni ayirmasdan qatnashganingiz uchun. Anar Çok hocam gö- sog' salomat bo'ling. Juda mamnun Çox bo'ldim. gözəl. Katta rahmat Eldar hocam. Allah razı olsun. Həm zamanınızı ayırıb qatıldığınız üçün, həm bir-birindən dəyərli fəaliyyətlərinizlə bizlərə örnək olduğunuz üçün minnətdaram. Var olasınız. Teşekkür.
Və bizim burada həmişə kimi konferansımız şəhidlərimizin xatirəsinə olacaq. Burada 4 şəhidimiz Tərtər rayonundan və Füzuli rayonundan, hər rayondan 2 şəhidimizin xatirəsinədir. İstədiyim şəhid tanıtımına, şəhid ailələrinə söz verək. İlk olaraq Füzuli rayonu şəhidləri Əbülfət Əliyev və Müseyib Abbasovun ailə üzvü Sevil anamız aramızdadır. Sevil Abbasova. İlk olaraq istəyirəm Sevil anamıza söz vereyim. Daha sonra digər şəhidlərimizin tanıtımına keçelim. Vay benim Sevil bacım mı gelecek? Özlemişim. Vallahi o kadar özlemişim ki Sevil bacım hoş geldiniz. Xoş gördük, Necəsiniz? axşamınız xeyir. Hayırlı Bütün akşamlar. konfrans iştirakçılarını, bütün qonaqlarımızı hamısını salamlayıram. Konfransın qonaqlarını, bütün Aleykümselam. şəhid ailələrini. Cəmaləddin hocam sizi, Anar, səni, Anar balamız. Allah sizi var eləsin. Çox sağ Allah olun. razı olsun. Ülviye Hanım, Mən Sevil Hanım başlamadan önce şunu söyleyeyim. Hep ağlıyorlardı, hep böyle dram dedim. Artık ağlamak yasak benim programda. O kadar seviyorum. Biz zafer kazanmışız. Hep gülerek böyle alacağız. Bakın Çox şu anda sağ gülerek almaya başlıyoruz. Çok Daha sağ aileler olun. karşımızda Öyledir. cansınız. Öylədir. Ben, Sevil mən ana, mən sizə xoş gəldin deyirəm. Daha doğrusu çox siz sağ mənə olun. deməlisiniz, çünki siz hər zaman bu platformada olursunuz, mən bilirəm. Artıq doğmalaşmısınız Cəmaləddin Hoca ilə də, Anarla da. Sizin əllərinizdən öpürəm, başınızda qarşınızda baş əyirəm. Allah sizin Allah övladınıza razı olsun. cənnət məkan qismət eləsin və yaxşı ki, hər zaman bunu deyirəm, nə yaxşı ki, sizin övladlarınız var idi. Nə yaxşı ki, siz öz övladlarınızı vətənpərvər böyütdünüz. Onlar getdilər, bizim torpaqlarımızı aldılar, bizim başımızı uca etdilər. Baxın, görün, biz indi türk dövlətləri ilə nə qədər yaxınıq, Evet. biz öz qardaşlarımızla nə qədər yaxınıq. Bunun hamısında sizin övladınızın payı var. Bu gün biz Çox öz sağ olun. torpaqlarımızda sərbəst olaraq yaşayırıq və hər kəsin üzünə dik baxırıq. Əsas odur. Və biz hamımız sizin ailənizik. Sizin övladınız hər birimizin oğludur. Hər birimizin başının tacıdır. Biz hər zaman onları xatırlayırıq, heç zaman unutmarıq. Sevil ana, var olun. Siz, Sağ qalan olun. övladlarımızın Təşəkkür canı edirəm. sağ olsun. Nəvələrimizin canı sağ olsun. Sağ olun ki, var idiniz. Çox Çox sağ sağ olun. olun. Çox Sağ olun. minnətdarıq Təşəkkür sizə. edirəm. Mən də hər kəsə təşəkkür edirəm. Hamını salamlayıram. Allah sizi var eləsin. Cəmaləddin Aleykümselam. hocam, Anar bəy, bütün konfrans iştirakçıların, bütün qonaqlarımızı, şəhid yadigarların, şəhid anaların, bacıların hamınızı salamlayıram. Allah razı olsun şəhidlərimizi unutmadığınız üçün, Asla. unutturmadığınız üçün, dünya platformunda tanıtdığınız üçün çox sağ olun. Dərin təşəkkür edirəm hamınıza. Ülviye Hanım'ın dediklerini dostlara tecrübe edeyim. Gerek yok ama tecrübe. Dostlar, Sevil Hanım millettir. Biz milletiz. Ülviye Hanım vekilimizdir. Dolayısıyla bütün Azerbaycan devletinin bir vekili, bir temsilcisi olarak, sözcüsü olarak millete teşekkür ediyorum. Millet kimdir? Şehit anneleri. Ben size demiyor muydum? Evlatlarınız şehit oluncaya kadar sizin evlatlarınızdır. Şehit olduktan sonra artık onlar hepimizin evlatıdır. Bugün bir milletin vekili bakın size nasıl hitap ediyor. Diyor ki biz Çox sağ misafiriz, olun. siz Təşəkkür ev edirəm. sahibisiniz. Allah razı Bakın bu olsun. bütün şehit aileleri için yeterli. Gurur duydum Evet. Hülya Hanım, şeref duydum bu sözlerinizle. Çox sağ olsun. Biz də qürur duyduq, şərəf Tabii. duyduq ki, bizə elə dəyər verirlər. Çox sağ olun. Allah razı olsun hamınızdan. Hər zaman sizinləyik. Çox sağ olun. Allah razı olsun Sevil Hanım. Buyurun qardaşlarımız haqqında da xatirələrinizi, sözlərinizi bölüşün. Buyurun, söz sizdədir. Mən Əli Sevil, Əliyev Əbülfətin bacısıyam. Yanındakı oğlan da Abbasov Müseyib də onun qaynıdır. Elə qardaşım kimi birdir. O da onlar bir-birinin qardaşlarından ötə istəyirdilər. Mənim qardaşım 92-də şəhid olub, Müseyib 94-də şəhid olub, qaynı. O şəhid olanda o qədər o ağladı ki, dedim mən çox yaşamayacağam. Mən də şəhid olacağam. Məni Əbülfətin yanında dəfn eləyərsiniz. Amma təəssüf ki, o şəhid olanda biz onu keçdik, 40 gün ona axtırdıq. 40 gündən sonra onun cənazəsini tapdıq İmişli rayonundan. Yəni nəsib olmadı onları yanışı bir yerdə bastırmaq, yəni bir məzarlıqda ayrı-ayrı düşdülər. Amma
Hamısı eyni, ikisi də eyni mənim üçün qardaşımdır, qəlbimdədir. Bütün Azərbaycan xalqının qəlbindədir. Onlar bütün Azərbaycan üçün şəhid olublar. Torpaqlarımız üçün, analarımız, bacılarımız üçün, namuslarımızı qorumaq üçün. 92-ci ildə onlar yol açıb bugünkü qələbəyə. Onların yolu ilə gedib bugünkü şəhidlərimiz, bugünkü qələbə onların yolu ilə gedib. 3 evladı var qardaşımın. Müseyib subaydı, ailəli deyildi, amma qardaşımın 3 evladı var. 2 oğlu var, bir qızı var, nəvələri var. Allah hamısını canı sağ eləsin. Hərdən konferans vaxtında nəvələri burada olur, görür, Cəmaləddin hocamla Evet. danışırlar, görürlər. Təşəkkür edirəm. Nə deyim, onların haqqında həmişə danışırıq. Allah sizdən razı olsun, hamınızdan. Bütün bu şəhidlərimizi bu qədər ki dəyər verirsiniz, bizə bu qədər ki dəyər verirsiniz, yanımızdasınız. Allah da sizin yanınızda olsun inşallah. Çox Allah sağ olun. razı Təşəkkür olsun. edirəm. Hem kendi adıma hem inanıyorum ki Ülviye Hanım Hanım'a da diyorum. İkimizin adına da diyebiliyorum. Hepimizin adına. Onlar zaten değerlidir. Biz onlarla değer buluyoruz. Onları anmaktan. Yani biz o değeri buluyoruz. Yoksa Çok onlar sağ olun. zaten değerlidir. Çok Çox sağ teşekkürler. olun hocam. Allah razı olsun hamınızdan. Allah razı olsun. Amin. Mən hər zaman demişəm, İnşallah bizim əməllərimizlə, yəni alın açıqlığı ilə hər zaman şəhidlərimizin qabağında olaq. Öz Amin. əməllərimizlə, Amin. sizə olan diqqətimizlə, sizə olan qayğımızla, çünki biz bunların hamısını öz dövlət başçımızdan görmüşük. Evet. Dövlət başçısı sizə necə diqqətlə yanaşır, necə qayğı ilə yanaşır və təbii olaraq ki, bizim hər birimizin vətəndaşlıq borcudur ki, siz ailələrə diqqətlə yanaşsın, sevgi ilə yanaşsın, özənlə yanaşsın. Həqiqətən də elədir, bu belə də olacaq. Biz heç zaman unutmayacağıq, unutturmayacağıq və hər zaman sizlərin yanındayıq. Şəhidlərimizin və qazi qardaşlarımızın hər zaman yanındayıq. Çox sağ olun Ülviyə xanım. Allah razı olsun hamınızdan. Çox sağ olun. Allah sizdən razı olsun. Yıllarca takip ediyorum ülkeleri. Bosna Hersek Savaşı'nı A'dan Z'ye sizlere aktarıyordum biliyorsunuz. Bu şehitlik konusunda, şehit aileleri konusunda Ülviye Hanım'a katılmamak mümkün değil. Bir devlet başı nadir gördüm ki böyle tek tek şehitlerine, ailelerine sahip çıksın. Birinci Karabağ yok işte Yanvar şehitleri yok Hocalı'dan gelenler yok diğerleri falan böyle tek tek bir çocuk sevinçliğiyle oradan oraya koşup daha ne yapabiliriz diye bütün ekibini tam takır hazır tutmak. Yani ben kendim yüzlerce şehit ailesiyle konuştum. Ülviye Hanım bu son gelişimde yani yüzlerce şehit ailesi Toz'da karşıladılar. Polat Haşimon orada şehit olması vasıtasıyla ben hepsinden tek tek konuştum. Onun için bu dediğinizin canlı şahidiyim. Hani baştan itibaren bu konuya hassas bir yönden bakıyor. Azerbaycan'ı bu konudan bak Almanya'dan tebrik ediyorum. O kadar gurur duyuyorum. Elədir Cəmaləddin hocam. Çox sağ olun. Allah razı olsun Sevil Hanım. Amin. Çok sağ olun. Allah bütün Siz sağ olun. Və digər şəhidlərimiz Tərtər rayonu şəhidləri İsmail Məmmədov və Süleyman Məmmədovun xatirələrini anmaq üçün sözü ailə üzvünə vermək istəyirəm Məlahət xanıma. Axşamınız xeyir hər kəsi Hayırlı akşamlar. salamlayıram. Axşamınız xeyir olsun. Bugün Üzeyir Hacıbeyevin bu anımında biz çox fəxrlə danışırıq. Üzeyir Hacıbeyev Azərbaycanın fəxridir, ən gözəl Azərbaycanı hər yerdə tanıdan bir bəstəkarımızdır. Amma bu günləri Üzeyir Hacıbeyev haqqında belə qürurla danışmağımız biri də Qarabağ torpaqlarının bizə qayıtmasıdır. Çünki itirdiklərimiz, yəni necə deyərlər, o torpaqlar bizdə olmayanda, o oğullar, o bəstəkarlar, o yazıçılar haqqında danışmağa da bir balaca çəkinirdik ki, artıq yəni bizdə deyilmi deyə qəbul edirdik. Yəni bu günləri çox şükürlər olsun Allahıma. Yəni Qarabağ bizimdir. Mən həmişə çox vaxtı müəlliməyəm mən. Bizdə çox vaxt dərmi masalar, tədbirlər olur. Mən bir dəfə bir tədbir verdim. Qərənfildən Xarı Bülbülə gedən zəfər yolumuz. Yəni bu Doğrudur. zəfər yolunda mənim qardaşlarımın da payı var. Biz əslən Qarabağlıyıq. Yəni onlar 92-ci ildə könüllü getmişdi. Biri əmim idi, 34 yaşında. Qardaşım da 26 yaşında.
Yəni hər ikisi də Xankəndi Universitetini bitirmişdi. O universiteti bitirmişdilər. Könüllü getdilər və ikisi də eyni gündə şəhid oldular. Hamısının qarşısında baş əyirəm. Və bugünkü gündə mənim qardaşım yoxdur. Yəni bir qardaşım var idi. O da özünü torpaq uğrunda şəhid elədi. Allah hamısının yerini cənnət eləsin. Ruhları bizlə olsun. Çox təşəkkür edirəm ki, yəni Camaləddin bəylə Anar bəy mən təsəvvür eləyin ki, elə bilirəm ailənin bir üzvüdür. Yəni bir Aynen. balaca konfrans keçəndə mən çox darıxıram. Həqiqi mənada. Sizlərə çox təşəkkür edirəm. Ülviyə xanıma çox təşəkkür edirəm. Bütün konfrans işçilərimizə, şəhid analarına, bacılarına, yəni bizi birləşdirən bu konfransı Allah davamlı eləsin. Bunu deyə bilərəm. Çox hörmətli, çox əziz Məlahət xanım, mən sizin indi həyəcanınızı hiss edirəm. Həqiqətən də mən hiss edirəm ki, siz nə qədər həyəcanlısınız, siz nə qədər o həmin dönəmləri hər dəfə yaşayırsınız, qardaşınızı yadınıza salanda. Mən qeyd etmək istəyirəm ki, baxın, hər kəsin bu dünyada öz missiyası var. Tanrı onu nə isə üçün yaradıbdır və sizin qardaşınız o qədər ali bir missiya üçün özünü qurban veribdir ki, o torpaq uğrunda qurban veribdir özünü və bu hər kəsə qismət olmayan bir şeydir. İnanın ki, bizim ailələrimizdən atalarımız, qardaşlarımız nə qədər şəhid olmağa cəhd etdilərsə, alınmadı onlarda. Yəni bu elə bir məqamdır ki, elə bir yerdir ki, yəni ora hər kəs nəsib olmur. O məqam hər kəsə nəsib olmayan bir məqamdır və bu gün Üzeyir bəy haqqında danışdıq. Görün Üzeyir bəy nə qədər o çətinliklərdən keçərək bu Azərbaycanın milli musiqisini yaşatdı və sizin qardaşınız, bizim oğullarımız özlərini qurban verdilər ondan yana ki, bax bizim tariximiz yaşasın, bizim musiqimiz yaşasın, bizim xalqımız yaşasın. Ona görə biz xalq olaraq, insan olaraq sizin övladlarınızı, sizin qardaşlarınızı heç zaman unutmamalıyıq və unutmayacağıq. Mənim öz atam hərbiçi olubdu. Hərbi ailəsində doğulmuşam və mənim atamın hər an, istər 1-ci Qarabağ müharibəsi zamanı, hər an onun şəhidlik xəbərinə biz hazır idik. Və mənim atam, mənim hətta nənəm də deyirdi ki, bir balaca mənim anam üsyan eləyəndə ki, ay vay mənim yoldaşım müharibədədir, mənim nənəm özü repressiyada olan bir xanım idi. O deyirdi ki, qalar qalanlar kimi, ölər də ölənlər kimi. Biz bu torpaq üçün yaşayırıq. Bizim övladlarımız bu torpaq üçün. Biz deyir, oğlu həyata getmişik ki, torpağa qurban verməkdən yana. Qızlarımız özümüzdə qalır, amma torpaq üçün bizim oğullarımız var. Həqiqətən də mən zaman keçdikcə, vaxt keçdikcə nənəmin o samballı sözləri yadıma düşür və həqiqətən də düşünürəm ki, nə qədər müdrik bir xanım idi, nə qədər müdrik bir sözü var idi. Və bizim oğullarımız, mən sizi əmin eləyim ki, yəni bir vətən uğrunda, tək vətən sözü onlar üçün nə qədər müqəddəs idi. Bu gün biz öz övladlarımıza bax o sözün müqəddəsliyini aşılamalıyıq. Var olun ki, var idiniz. Var olun ki, sizin qeyrətli qardaşınız var idi və o bizim torpaqlarımız uğrunda vuruşmağa getdi. Çox sağ olun. Baş əyirəm önünüzdə. Var olun. Allah razı olsun, Allah başınızı var eləsin. Bəli, o repressiya dövrü bizdən də yan keçməyib. Görürsünüzmü? Qarabağda Şeyx Nigari nəsli kimi tanınırıq. Görürsünüz. Yəni Amasyadadır, Mir Həmzə Seyid Nigari. Həm də ki, siz mən elə gəlir ki, yəni mədəniyyət işçisi belə başa düşdüm. Yəni onun Amasyadadır türbəsi, o vaxt repressiya dövründə qaçırılıb orada dəfn olunub, həm də şairdir. Mir Həmzə o bir şeiri də var məşhur ki, biz rəhmanilər, siz şeytanilər. Yəni o vaxtı belə bir şeirlə müraciət eləmişdi, elə onun da qurbanı olmuşdu. Və o, mənə elə gəlir o qeyrətlə, o şəhidlik də biraz genetik, nəsildən, kökdən irəli gələndir ki, nə 41-45, nə repressiya bizlərdən yan keçmədi. Qeyrəti olan oğullardan, evin bir oğlu olasan, könüllü, heç kəsin sözünə baxmadı və şəhid oldular, hər ikisi. Allah hamısına rəhmət eləsin. Çox Məkanları cənnət olsun. Bu konfransı yaradana da ki, yəni bir balaca belə deyək də, insan
Bir Qarabağda bir söz var, soluqlanmaq. Yəni biraz elə bil ki, ürəyini boşaldırsan, biraz necə deyim, təsəvvür edə bilmirəm, amma yenə də insan yoxluqlarını bəlkə də bu cür yada salıb vardıqları ilə bizə təsəllidir. Təsəllidir. Təşəkkür edirəm. Doğrudur. Sağ olun, sağ olun. Hamınıza təşəkkür Sağ olun. edirəm. Var olun. Var olun. Melahat Hanım'ın söyledikleri bana şey atlattı. Bu Bosna Hersek'te daha dün onların şehitlerini andığımız yerde ben de bir hatıramı anlatmıştım. Bir şehitten röportaj yapmıştım. Hülya Hanım 18 yaşından bir delikanlıydı. Türkiye'den gitmişti. Ağlıyordu. Hastaydı. Ben de niye ağlıyorsun? Türkiye'den olduğumuzu görünce duygulandı. Türkiye'den kalkmış, gelmiş, katılmış. Ailesinin haberi de yoktu. Dolayısıyla ağladığı sebep neydi biliyor musunuz? Arkadaşım bir kurşun yedi, şehit oldu. Ben üç kurşun yedim, neden şehit olmadım diye ağlıyordu. Birkaç gün sonra da onun şehadet haberini geldik. Yani kimse sanmasın ki elden gelmeden tesadüfi şehitlikler, hiçbir şey İslam'da tesadüfi yoktur. Biz buna tevafuk diyoruz. Bu kahramanlarımız, özellikle askerlerimiz, gazilerimiz hepimizden iyi bilirler. Onlar o cephede oldukları zaman onlar geri döneceğiz hesabıyla çıkmadılar yola. Ya vatan ya istiklal ya ölüm duygusuyla çıktılar. Dolayısıyla gazilerimizin çoğunun bugün başının eğik olduğunu gördüm. Halbuki dik olmaları gerekiyordu. Dedim bakın siz zafer kazandınız. Niye? Yok arkadaşlarımız şehit olmuş, biz sağ geldik diye utanıyoruz. Dedim bunda utanacak ne var? Onlar şehit oldu, siz şahit oldunuz. Şehit de lazım, şahit de lazım. Dolayısıyla Melahat Hanım sizler gibi az önce Sevil Hanım gibi hem de iki şehit sahibi aileler iki sefer sevinsinler. Arkadaşlar az önce konuşan zaten izlediniz. Melahat Mehmetova Terter şehidi Süleyman Mehmetoğlu'nun ablası Emisi Şehit İsmail de iki tane ailede şehit var. Onun için böyle söylüyorum. Cəmaləddin hocam, 2 dənə də dayım oğlu şəhid İşte olub elə. bakın yani bunlar bizim bildiklerimiz. Sosa sülaleyi araştırırsak Ailədən 4 şəhidimiz var. 2 kimler dayım çıkacak? oğlu var. Bəli. Hay maşallah. Bakın bunlar işte şeref konuları. Burada en önemli olan bizim bu az önce bahsettiğim konu çok önemli. Birinci Karabağ şehitleri özellikle değil mi Hülya Hanım? Ne internet, yüzlerce resim, ne o videolar. Bazen böyle afişe koymak için cımbızla fotoğraf isteye isteye neler çektiğimi benim Allah biliyor. Ha son şehitlerimiz, kahramanlarımız teknolojik yönden bol bol resimlerimiz vardı. Ama ilk dönemikilerde azdı. Dolayısıyla onun için böyle karışık hemen konuşuyoruz. Az önce Ülviye Hanım Sevil Hanım'a ne dedi? Şehit annesi dedi. Ne için? Şehit evladınız var dedi. Burada ben size demiyor muyum? İster bibisi olun, ister bacısı olun, istersen nenesi olun. Neyi olursa olsun sizler şehit annelerisiniz. Ben bazen şehit anneleri dediğim zaman şehit hanımları da biz hanımlarıyız düzeltiyorlardı. Dedim hepsi onlar şehit olana kadar biriniz bacısı, hanımı onlar için geçerli. Onlar şehit olduktan sonra siz hepiniz şehit annelerisiniz. Siz bu isim hepiniz için ortak isimdir. Dolayısıyla Melahat Hanım ben sizlerden gurur duyuyorum. Allah sizleri var eylesin. Sizin Çox sağ olun. nezdinizde bütün şehit annelerine selam olsun. Çox sağ olun hocam. Allah sizləri var eləsin. Cümle Allah cümle. sizləri qorusun. Göydə Rəbbimin, yerdə o gözəl ruhların duası üstümüzdə olsun. Amin inşallah. Teşekkürler. Sağ olun. Allah razı olsun. Tam öğretmenim. buradan müsaade Sağ edersen olun. dün ben Sağ Bosna olun. Hersek yolculuğunda güzel bir hanım tanıdım. Bosna Hersek piramitlerinde yanında bizim kafilerin içindeydi. Güzel güzel şiirler yazıyordu. Enerjisi de bol bir kız kardeşimizdi. Bak daha dün şehitlerden bahsettim. Yerinde Bosna şehitleri üzerine şiirler yazıyordu. Bahsettim bak hemen bugün programa katılmış. İstiyorum ki kendisinden ricam kısa ve öz bir iki kublelik Azerbaycan özellikle Azerbaycan şehitlerine gelsin bir şiir alabilir miyiz? Fatma Hanım hoş geldiniz. Nasılsınız? Hoş buldum Yorgunluğunuz hocam. geçti mi? Çok teşekkür ederim. Geçti biraz daha iyiyim. Tüm Azerbaycan halkına Cemalettin hocamın nezdinde tüm şehitlere başsağlığı diliyorum, rahmet diliyorum Allahu Teala'dan ve mekanları cennet olsun inşallah. O annelerin gözlerinin yaşlarına kurban olurum. Ben onları anlamaya çalışıyorum. Rabbim sabırlarını büyük versin inşallah. Amin. Vatanlarını ve yurtlarına ilelebet kendi başlarıyla
alınları dik karşılasınlar gelenleri inşallah Teala. Amin. Ben vaktinizi almak istemiyorum. Karabağ şehitleri adına bir şiir yazmıştım. Bir baştan bir sondan kısacık okuyacağım izniniz olursa. Müsaade ederseniz de biraz fon müziği açmak istiyorum. Tabii ki. Bu arada Anar Bey, yeğeniniz Allah analı babalı büyüsün. Allah razı olsun. Çok sağ olun. Allah yolunda öldürülenler için ölüler demeyiniz. Onlar diridirler. Bir yıldız doğar Karabağ dağından, yanıp da sönmeyen öz yağından. O yıldız ki vatanın bağından, kahramanlar çıkar can toprağından. Göklere yükselir şehidin sesi, titrer dağların derin nefesi. Analar ağlar ama gururla söyler, oğul gitti, vatan sağ olsun. Fatma Hanım, Ey Fatma şehitler Hanım, bilir. Fatma Hanım, kayda geçiyorsunuz. Sonunu okumayın. Okuyun, hepsini okuyun. Selam olsun şehitlere. Peki. Ay yıldız bayrağım dalgalanırken, şehit kanı vardır her renginde. Mavi gökyüzü, kırmızı canımız. İmanla dolu ruhumuz, yeşildir sancağımız. Gitmediniz siz, iz bıraktınız taşa. Yazıldınız kalplere, tarihe başa. Her bahar gelince laleler açar, çiçek verir dallara. Adınızla boy verir şehidim uçar göklere. Çocuklar büyür anlatırlar sizi. Masal değil, gerçeğin dili. Bizim babamız, bizim kardeşimizdi. Vatan uğruna yandı yürek. Vatan sağ olsun. Ey şehitler, bilirsiniz. Vatan nefes alır sizlerden. Sessizlikte yankılanır adınız her yerden. Toprak öper kucaklar bağrına basar hasretle sizi. Karabağ sizlerle ebedi, sizlerle yüce, sizlerle değerli ve sizlerle aziz. Vatan sağ olsun. Başınız sağ olsun her birinizin. Teşekkür Çok ederim. teşekkürler. Bravo, çok sağ olun. Ulviye Hanım'ı burada görünce milletvekilimizi meşgul etmeyelim diye başından sondan okuyacaktı. Ben de şey yaptım, müdahale ettim. Neden? Ulviye Hanım hem bizim milletvekilimiz hem de öz kızımız. O da bu vatanın öz kızımız evladıdır. Mesleği bir yana bizden gördüğüm için bütününü okuyun dedim. Teşekkür ederim. İnşallah Ulviye Hanım da benim Sağ olun. fikrimdir eminim. Sağ olun, var olun. Kalbinize, ruhunuza sağlık olsun her zaman. Ben Var olun. teşekkür ederim. Sizlerin de yüreklerine sağlık. Güzel yürekleriniz dert görmesin. Gözleriniz sadece mutluluktan yaşarsın inşallah. Amin. Allah cennet mekan etsin. Şehitlerimizin ailelerinin canları, vatanları sağ olsun. Hepinize teşekkür ederim dinlediğiniz için. Amin. Çok sağ olun Fatma. Niyetler iyi olunca hep güzel insanlarla karşılaşıyoruz değil mi? Nereye gidersek gidelim. İşte böyle güzel insanlar karşımıza çıkıyor. Fatma Hanım dün sizinle gurur duydum. İnşallah daha çok programlar yapacağız. İnşallah. İnşallah hocam. Hocam Ülviye Hanım artık bundan sonra da başka bir programı var. Tabii ki. Ülviye Hanımların programları çok olur. Onun için isterim İskender Hoca'ya söz vereyim. Evet. Onu da salamlayak. Daha sonra Ülviye Hanım ayrılar. Buyurun İskender müəllim söz sizdedir. İyi akşamlar. Ben İyi aslında akşamlar. elə İskender Ülviyə kardeşim, hoş xanımın geldiniz. burada Ülviyə xanımın burada olmasına göre danışmaq istəyirdim. Bəli, bildim onun için de istedim ki sizler necə Kızımız Bəli, bəli. kaçmadan yakalayalım dedik değil mi? Hadi bakalım. Hə, deməli mən salamlayıram hər kəsi. Birinci Aleyküm dediyim selam. kimi buranı bir ziyarətgah bilib şəhidlərimizin uca ruhunu birinci salamlayıram Aleyküm selam. və hər kəsi dəyərli millət sevimlimiz, əzizimiz Ülviyə xanımı nəyə görə? Çünki sevimli hocam, siz də Mirzə Qədim yaradıcılığına xəbəriniz oldu Nürnbergdə, bizim sərgidə. Eyni zamanda Ülviyə xanım təvazökarlıq edir, o barədə bir söz demir. Yəni indiyə kimi mədəniyyət tarixində olmayan çox möhtəşəm Mirzə Qədim yaradıcılığı ilə bağlı böyük bir tədbirə yekun vurdular və o münasibətin uğuruna görə, mahiyyətinə görə mən Ülviyə xanımı
ürəkdən təbrik eləyirəm və mən nəyə toxunmaq istəyirəm? Üzeyir Hacıbəyov yaradıcılığında da, Mirzə Qədim yaradıcılığında da oxşar məqamlar var. Onun bir fəlsəfəsinə varmaq istəyirdim. Ümumiyyətlə, bu mədəni irs həm milli kimliyimizin, həm tarix yaddaşımızın namusudur, qeyrətidir, bir zehniyyət parametrlərinin kodunu açan məqamlardır. Bildiyiniz kimi, həmin nə cür ki, bu sənətdə, yaradıcılığında təkcə bu cür əsərlər ortalığa qoymaqla, mən indi əvvəlcə Üzeyir Hacıbəyovdan deyirəm, onun əsərlərin özü bir cür zənginləşib irsimizi və onun yaradıcılığındakı o priyomlar, o nə cür ki, ilk dəfə olaraq muğamın deməli operaya gəlişini təmin elədiyi kimi, bunun haqqında çox danışmaq olar, vaxtınızı çox almaq istəyirəm. Eynilə Mirzə Qədim də, hər kəs Mirzə Qədimi dəzgah rəngkarlığının banisi kimi tanıyır. Amma əslində onun da bir keçid fəlsəfəsi, bir keçid mühəndisliyi olub ki, o şərti təsvirdən, yəni o miniatür janrından realist janrına keçən Azərbaycanda ilk deməli rəssam olub və onu da elə bil bugün, deməli, həm Üzeyir Hacıbəyov bizim müəllimimizdir. Bax, mən şəxsən özümə də sayıram, onun o məsələ yaradıcılıqdakı priyomlardan gedir. Həm də bugün Ülviyə xanımgilin keçirdiyi o tədbirdə, o sərgidə, deməli, müxtəlif rəssamlar Mirzə Qədim yaradıcılığının elementlərini bugünkü günəyə daşıyıblar. O da çox uğurla daşıyıblar. Deməli, həmin tədbir nəyə görə mənim üçün çox önəmlidir? Deməli, mədəni irs xəzinəmizə Mirzə Qədimlə bağlı yeni çararlar, yeni sərvətlər qoydu o xəzinəmizə. Yəni, indi nə vaxtsa biz Google-a vurub, işarə vurub, informasiya məkanında Mirzə Qədim axtaranda, Mirzə Qədim yaradıcılığı tanış olmaq istəyəndə, həm də Ülviyə xanımın sayəsində bax bu informasiyalar çıxacaq. Deməli, Mirzə Qədimin o irsi daha da dərinləşəcək, daha da zənginləşəcək. Yəni, bu adam Azərbaycanın mədəniyyət tarixində bir mədəniyyət hadisəsidir, həm də çox böyük töhfədir. Mən buna görə həm minnətdarlıq eləyirəm Ülviyə xanıma, həm də ki, eləcə də bizim deməli, sevgili hocam, Nürnbergdə də biz Mirzə Qədimin yaradıcılığındakı elementlərini üzərində yəni yaşadan, tərənnüm edən tətbiqi sənət əsərləri ortalığa qoyduq. Deməli, bu baxımdan biz Ülviyə xanımla qohumuq. Yəni, o da o missiyanı çiyninə götürdü, təsviri sənətdə Mirzə Qədim yaradıcılığını biraz da zənginləşdirdi, gələcək nəsillərə ötürdü. Biz də öz bacardığımız qədər Nürnbergdə bu əsərləri sərgilədik. Bu Üzeyir Hacıbəyovun da əslində əsərlərini nə yaxşı ki, bütün Türk dünyasında, mən Eldar bəyə də çox baş əyirəm qarşısında, çox gözəl bilgilər verdi, şərh verdi, təhlil verdi, eləcə də Erhan bəyə. Yəni ki, bu Üzeyir Hacıbəyov irsini nəinki yaşatmaq, onu zənginləşdirir bizim Türk qardaşlarımız. Hər kəsə çox sağ ol deyirəm, şəhid ailələrinin üzvlərinə, onların ruhları qarşısında baş əyirəm. Hocam, siz də belə bir platformanı yaşatdığınıza görə, Anar bəy, siz də onun nətər deyim, zənginləşdirdiyinə görə, işinin keyfiyyətli alınmasına görə, bütün zəhmətlərinizə görə baş əyirəm hamınızın qarşısında. Çok teşekkürler İskender Hocam. Allah razı olsun. Eyvallah. Çok Şimdi bir şey diyecektim. hörmətli O rüyamı tutmamak için sözü olan bıraktım ki icazə efendimizin kızı olsun. icazə versəz mən də İskəndər bəyi salamlayaram. Həqiqətən də bizə Tamam. doğma olan bir insanlardır. İskəndər bəy, onun gözəl, mən hər zaman deyirəm, Sərdarlar ailəsinə,
öz minnətdarlığımı bildirirəm. Bu gün onlar, bəli, Mirzə Qədim İrəvaninin, Sərdarlıların, Qərbi Azərbaycanlıların mən deyərdim ki, sənətini özündə yaşadırlar. Mən buna görə öz minnətdarlığımı bildirirəm. Düzdür, mən hər zaman sərgilərdə iştirak etmək istəmişəm, amma heç cürə alınmayıbdı. Mən bir gün xüsusi olaraq gəlib görəcəyəm sizi, İskəndər bəy, sizin gözəl ailənizi. Və sizin Çox sağ ol. mücrüləriniz həqiqətən də tarixi qoruyub saxlayır özündə. İnşallah ki, bizdə də bir sərgi eləyərik. Naxçıvanda da sizin o gözəl Evet, mücrülərinizi evet. görərlər. Naxçıvan ictimaiyyəti onlara tamaşa eləyər. Mən çox minnətdaram ki, siz bizim sərgimizi də burada qeyd etdiniz. Həqiqətən də möhtəşəm bir sərgi keçirildi. Anar bəy də bayaqda təşəkkür eləyirəm. O rəsmləri də göstərdi sərgidən. Yəni biz yaşatmaq üçün varıq. Bizi də yaşadacaqlar nə zamansa, amma biz bu gün onları, yəni gedənləri yaşatmalıyıq və bu platforma həqiqətən də bu gün Üzeyir Hacıbəyevi yada saldı. Üzeyir Hacıbəyev bizim üçün dahi bir şəxsiyyətdir. O layiqli Azərbaycan övladıdır və həqiqətən də mən deyim, o öz sənətinin, öz yolunun şəhididir. Onun baxın heç bir övladı olmayıbdı və o həqiqətən də milli musiqimizin mən deyərdim ki, qəhrəmanıdır. Yəni o da ancaq yaşayıb yaratmağa özünü qurban verdi. O Azərbaycan üçün özünü qurban elədi və o öz yaratdığı əsərlərlə bizi dünyada tanıtdı. Heç kəs deyə bilməz ki, onun yaratdığı əsərlər kiməsə məxsusdur. Biz bilirik ki, bu Üzeyir Hacıbəylinin imzasıdır. Bu onun işidir. Və bunu bizdən heç kəs ala bilməz. Bunu hətta bilirsiniz, Üzeyir Hacıbəyli həm UNESCO tərəfindən 100 illiyi qeyd olundu. Yəni dünyada tanınır. O qərblə şərqi öz əsərlərində birləşdirən bir insandır. Və biz də bu gün o insanları yaşatmaqla öz irsimizi yaşadırıq. Mən sizə öz minnətdarlığımı bildirirəm. Çox xoş oldu sizinlə bu gün burada görüşmək. Mən sizə çox minnətdaram. Sərdarlar ailəsinə məndən təşəkkür və məndən salamlar. Çok sağ ol. Çok sağ ol. Sağ olun, var olun. Çok teşekkür ederiz. Katılımınızla şeref verdiniz. Yürekten diyorum, hem milletvekilimiz hem kızımızsınız, dogma ailemizsiniz. Şeref duyuyoruz ve sizi her davet edişimizde hep tanıdık simaların olmasından şeref duyuyorum. İyi ki varsınız. Bol şanslar dilerim. Çox sağ Ben olun. Mən çox minnətdaram sizə. Sizə Cəmaləddin Hoca, Anar bəy, sizə öz təşəkkürümü bildirirəm. Sağ olun. Mənim üçün də çox xoş oldu. Həm mövzu olaraq, həm insanlar olaraq. Həm siz burada varsınız, həm bizim şəhid ailələrimiz buradadır. Heç zaman unutmasınlar ki, mən millət vəkili olaraq ola bilər ki, Naxçıvan Muxtar Respublikasından seçilmişəm, amma mən hər birininəm. Və nə vaxt, nə lazım olsa, mənim başım üstə, gözüm üstə Allah yerləri sizi var. eylesin. Hər zaman əlimdən gələni alınırsa deyirəm, alınır, alınmırsa deyirəm, alınmır, amma heç zaman heç kəsi unutmuram və hər bir məsələyə diqqətlə yanaşılır. Nə zaman, nə lazım olsa mən buradayam. Bir Çok addımlıqdayım. Çok teşekkür. İnşallah Nahçıvan ziyaretinde biz size merhaba demek bizim için şeref olacak. İnşallah mənim üçün Teşekkür də ederim. şərəf olar sizinlə birlikdə burada vaxt keçirmək. Anar bəy, təşəkkür eləyirəm. Anar bəyin indi göstərdiyi ekranda Evet. əsər mənim əl işimdir, Cəmaləddin bəy. Bunu mən Muhteşem, muhteşem. işləmişəm. Bu Üzeyir Hacıbəylidir və Üzeyir Hacıbəylinin yaratdığı opera, operettalar onun ətrafında və üzündə, simasında yalnız musiqi işarələri. Mən onu da qürurla deyirəm ki, mənim bu gün bir övladım var və o musiqi sənəti ilə məşğuldur və Üzeyir Hacıbəyev kimi məhz tar çalır və Üzeyir Hacıbəyevin əsasını qoyduğu Əsəf Zeynallı Kollecində bu gün tədris alır. Mən bununla qürur duyuram və inanıram ki, bizim övladlarımız bizim korifeylərimizin məhz izi ilə gedəcəklər. Bu bizi çox sevindirir. Var olun. Təşəkkür eləyirəm. Çox Anar, sağ olun. Anar. Şimdi Ömer Eldarov'un Dede Korkut heykelinin yanına, İskender kardeşimizin sandığının yanına, Gamere Paşa hırkasının yanına, Ulviye Hanım'ın böyle bir eseri yakışmaz mı sence? yakışmaz mı hocam? Soru mu bu? Ulviye Hanım, anlatabildik inşallah.
İnşallah biz görüşünce məndən də bir əsər sizə hədiyyə Şeref olsun. duyarım. Çok teşekkürler. Akşamınız hayır olsun. Çok teşekkürler. Var olun. Sağ Gecəniz olun. xeyrə qalsın. Sağ olun, var olun. Allah sizi var eylesin. Cemalettin hocam, son olarak ben iki nəfərə söz vermek istəyirəm. Kısa Tabii ki. çıxışlardan sonra artık Ben şu yekunlaşdırmaq istəyirəm. kadarını diyeyim. Bakın milletvekillerimizle, hocalarımızla, vatandaşlarımızla, şehit ailelerimizle boşuna demiyorum ki Azerbaycan candır. Bak simaları görüyorum, tanıdıklar, her zaman katılanlar Allah sizlere var eylesin. Ve bu siyasi fikirlerin değişik olması, fikir ayrılıkları bilmem ne falan hiçbir şey birliğimize engel olmasın inşallah. Bu fırsatı düşmana asla vermeyeceğiz. Allah birliğimizi korusun. Bunu yürekten söylüyorum hepinize. Amin hocam. Allah razı olsun Cemalettin hocam. Çok sağ olun. Ve son olarak Türkan Hanım ve Baba Bey'e söz vermek istedim. Çok kısa onlardan da söz alaq. Daha sonra konferansı yekunlaşdıraq. Tamam. Buyurun Türkan Hanım. Salam, axşamınız xeyir. Bütün Hayırlı konferans akşamlar Türkan Hanım. iştirakçılarını Hoş geldiniz. salamlayıram. Xoş gördük Cemalettin hocam. Üzürlü sayın görüntünü aça bilmirəm, üzürlü səbəblərdən. Sorun yok. E, Bu deyilən bütün sözlərə qoşuluram. Şəhidlərimizə rəhmət diləyirəm. Üzeyir Hacıbəyli Azərbaycanın, eləcə də dünya musiqisinin milli sərvətidir. Mən də Üzeyir Hacıbəyli haqqında bir kitab tərtib etmişəm. Yəni Milli Elmlər Akademiyasında çalışıram. Akademiyanın rəisi heyətinin qərarı ilə inşallah kitab hazırdır, çapa gedəcək. İstədim söz bildirim. Həqiqətən də Üzeyir Hacıbəyli dünya musiqisinin zirvəsindədir, eləcə də Azərbaycan musiqisinin zirvəsindədir. Mən Azərbaycan Peşəkar Bəstəkarlıq Məktəbinin də yaranmasında mühüm rol oynayıb. Yəni o Azərbaycan üçün yaşayıb, Azərbaycan üçün yaradıb və bu indi inanıram ki, onun da bu gün ruhu şaddır. Çünki onun Şuşadakı ev muzeyi bərpa edildi, heykəli bərpa edildi, öz yerinə qaytarıldı. İnşallah bundan sonra da yəqin ki, Bəstəkarlıq Məktəbinin davamçıları olacaq və musiqimizi daima zirvələrə çatdıracaqlar. İnşallah. Təşəkkürlər, xoş söz verdiyiniz üçün təşəkkür edirəm. Aşağınız hayır olsun eyvallah. Sağ olun. Ve ne olur olsun bugün Baba Bey'e söz vermesem hoca demiş gözümüze uyku gitmezdi. Onun Evet. için Şimdi kısaca Baba Bey bütün yorgunluğumu alacak. O konuştuktan sonra artık beni akşam kimse tutamaz. O enerjiyle devam edeceğim. Baba Bey hoş geldiniz. Hocam inşallah. Nasılsınız? Salam hocam, hayırlı akşamlar. Hayırlı akşamlar. İlk önce hocam sizi salamlayıram, Anar Bey salamlayıram ki, Aleykümselam. təşəkkürümü də bildirirəm ki, bu gözəl mövzuya dair bir dənə konferans təşkil etmişsiniz. Allah sizi var eləsin. Dəyərli qonaqlarımızın fikirləri hər biri biz üçün önəmlidir. İştirakçı şəhid ailələrin hər birini salamlayıram. Və mənə ən maraqlı olan hocam bizim o qardaş ölkədən olan dəyərli hocalarımız Üzeyir haqqında yəni geniş şəkildə bilgiləri olması məni çox Evet. qürurlandırdı. O bir növ bizim musiqinin gücündən xəbər verdi. Üzeyir'in böyük şəxsiyyət olduğundan xəbər verdi və bizim birliyimizi göstərdi. Həmən o hocaların danışığı fikri. Yəni Üzeyir Hacıbəyov haqqında çox danışmaq olar. Mən bəlkə də çətinlik çəkirəm. Üzeyir Hacıbəyov kimdir? Üzeyir Hacıbəyov Azərbaycan dövlət himnini yazan, bu günləri Türkün bayrağını yazan və bu günləri anım günü olan Əhməd Cavadın ruhu şad olsun. Onun sözlərinə o Türkün bayrağını, dövlət himnimizi yazan dahi şəxsiyyət. Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyətində ilklər yaradan. Qərb və Şərq musiqi mədəniyyətinin arasında keçilməz səddi qaldıran, musiqinin bir dili var. Bəşəriyyəti birləşdirir o musiqi. Üzeyir Hacıbəylinin yaradıcılığı bax bütün bəşəriyyəti bir şərq və qərb, yəni bir körpü salıb onu birləşdirib. Aşıq Ələsgərin belə bir sözü var, deyir, bu dünyanı mən təcrübə elədim, namərd körpü salsa onda ad olmaz. Bir mərd ilə ağı yesən şirindir, 100 namərdlə şəkər yesən dad olmaz. Deməli, Üzeyir Hacıbəylinin yaradıcılığı bəli, bəşəri yaradıcılıqdır, dünyəvi yaradıcılıqdır. Çünki o dahi insandır ki, belə deyək, o dahi insanlar, məsələn, Bach, Beethoven, Çaykovski, Glinka, bunlar səviyyəsində olan dahi bəstəkarımızdır. Çünki bunlar dünyəvi bəstəkarlar gedir. Bunlar bütün insanların his və duyğuların, birliyin, sülh, əminamanlıq, bütün insanlıqda nə keyfiyyət varsa, həmən o mənəviyyatı, arzu, istəyi o musiqisində əks elətdirir. Ona görə də bəli, bu dahi şəxsiyyətin
bu gün konfransı mən gözləyirdim. Mən arada özümə deyirdim hocam nə əcəb 140 illiyə ara qədər Üzeyir Hacıbəyovun keçirtmədi. Mən ancaq bilirdim nə vaxtsa keçirəcəksiniz hocam. Ona görə də təşəkkür edirəm sizə. Və Hüseyn Cavidin belə bir söz var, deyir: Turana qılıncdan iti kəskin yalnız ulu qüvvət, mədəniyyət, mədəniyyət, mədəniyyət. Bəli, bəşəriyyəti müharibələrdən də qoruyan, mehribanlıq, sülh, əmin-amanlıq yaradan musiqidir. O millətin musiqisi birliyi səsləyirsə, deməli o millət həmişə belə deyək də yüksəklərə qalxacaq və bu gün də Azərbaycan musiqisi sədaları yüksəklərdədir. Üzeyir Hacıbəyovun musiqisi dünyada gəzir. Onun yubiley gecələri keçirilir. Onun adına Üzeyir Hacıbəyli musiqi festivalı keçirilir. Yəni biz bunun şahidiyik və Ulu Öndərə təşəkkür eləməliyik ki, Üzeyir Hacıbəylinin 18 sentyabr Milli Musiqi Günü təsis etməsi bizim musiqimizə, bizim milli kimliyimizə, bizim mədəniyyətimizə, incəsədimizə verilən o mükafatdır, hədiyyədir. Ona görə də onun da ruhu şad olsun, Ulu Öndərin, Üzeyir Hacıbəylinin, onun bütün silahdaşlarının və şəhidlərimizin ruhu şad olsun ki, Üzeyir Hacıbəyovun yazdığı o dövlət himnin səsləndirib o bayrağın altında qəhrəmancasına Üzeyir Hacıbəylinin ayaq basdığı o Şuşanı azad etdilər. Ona görə təşəkkürümü bildirəm. Anar bəy, bir dənə də bir şeirim var, onu deyim ya da bir tarda bir dənə Türkün bayrağını ifa eləsəm, olar ya olmaz. Əlbəttə, buyurun. İfa daha gözəl olar. Bəli, bugün Əhməd Cavadın həm də ki, anım günüdür, ona da ruhun şad edəyək, belə. Harikaydı. Anar bu ara Baba Bey'i tanıyorsun yani zamandan. Bak vallahi gözü üstünde bir tanesinin bir yıl dönümünü kaçırırsam var ya. Aha bak gözü üstümüzde. Onun için beni utandırma. Ben seni utandırırım haberin olsun. Hocam bir şeirim var, onu da 2020'de yazmışam, Şuşa'ya ait yazmışam. Onu da dinleyeyim, tam yerine Şeref düştü. duyarız. Sevimli məkanım tarixi Şuşa. Qəlblərdə quraraq mənəvi dayaq, bəxş edib bizlərə musiqi ruhu. Çatdırıb dünyaya haqqın səsini, sevimli məkanım tarixi Şuşa. Dağılmaz qalasan zirvələrdəsən,
Allah'tan bizlərə verilən paysan. Qarabağ üzüksə, sən ona qaşsan, sevimli məkanım tarixi Şuşa. Dahilər yetişən tarixin vardır, Müsəlman şərqində ilklərin vardır. Dünyaya səs salan musiqin vardır, sevimli məkanım tarixi Şuşa. Musiqi səslənər hər qarışında, gücünə güc qatar haqlı səsində. Dünyaya dil açar əsərlərində, sevimli məkanım tarixi Şuşa. Üzeyir Hacıbəylinin ruhu şad olsun. Çok teşekkür ederim. Amin inşallah. Evet değerli dostlar, böylece bir programın da sonuna geldik. Hepinize yürekten teşekkürler. Bugün Terter Rayonu şehitlerinden İsmail Mehmetov, Süleyman Mehmetov ve Fuzuli Rayonu şehitlerinden Ebulfet Aliyev, Müseyip Abbasov'un anılarıyla şehitlerimizi andık. Ondan aşağısında yaz sonra Üzeyir Hacıbeyli, evet. Bununla da daha bir konferansımızın sonuna gəldik. Bu vaxta kimi bizlə qalan bütün dostlarımıza, hocalarımıza təşəkkür edirik. Sağ olun, gecəniz xeyrə qalsın. Allah'a emanet.